Bugün də inkişafdan danışırıq, amma intellektual inkişafdan və bələdçimiz isə yazıcı, filosof, psixoloq Rövşən Abdullaoğludur. Sən övladının o üstün tərəfini axtarmalısan. O üstün tərəfindən yola çıxmalısan. Bizim ən yaralı yerimiz də odur, valideynlərin ən böyük səhvlərindən biri də məncə odur ki, daim bu müqayisələr içindəyik. Deməli, bu uşaq anadan gəlmə küt deyil. Anadan gəlmə hər şeyə maraqsızdır deyil. Bunu maraqsız edən yanlış davranışlardır, yanlış yanaşmalardır. Uşağın ilk müəllimi ailədir. Eyni zamanda da deyirik ki, insan cəmiyyətdə formalaşır. Valideynlərdə günahkarlıq hissi olur və uşağın uğursuzluğuna görə özünü qınayır. Və özünü uğursuz valideyn bilir. Bu çox önəmli bir şeydir və bu uğursuzluq hissinə görə uşağa çox yüklənir. Dünyada böyük ixtira edən insanlar orta məktəbi yaxşı oxumayıblar. Və Universitetə kəsiliblər. Orta məktəbdən qovulublar. uşaqlara nə düşünməyi yox, necə düşünməyi öyrətmək lazımdır. Podkastlar aparan dünyada maşın ustaları var. Çox tanınırlar, çox informativ danışırlar, yaxşı da gəlirləri var. Ancaq universitetdə bitirməyiblər. Hər kəs salamlayıram. Siz Smart Sağlam İnkişaf platformasının təşkilatçılığı ilə Valideyn Bələdçisi podkastını izləyirsiniz. Biz uşaqlardan danışırıq, uşaqların inkişafından danışırıq. Uşaq inkişafı isə çoxşaxəlidir. Onların böyüməsi, həm fiziki olaraq, həm zehni olaraq böyüməsi, daxili aləmlərinin, emosiyalarının genişlənməsi, emosional dünyalarının zənginləşməsi, beyinlərinin işləmə tərzi və s. Yəni inkişaf dedikdə əslində qarşımızda böyük bir xəritə açılır və biz də zaman-zaman podkastımızda bütün bu inkişaf yollarına toxunacağıq. Bugün də inkişafdan danışırıq, amma intellektual inkişafdan və bələdçimiz isə yazıcı, filosof, psixoloq Rövşən Abdullaoğludur. Rövşən bəy, bir daha salam, xoş gəlmisiniz. Salam, xoş gördük. Rövşən bəy, intellektual inkişaf demişkən, istəyirəm ki, bunun əlifbasına enək. Valideynlər üçün daha aydın olsun ki, intellektual inkişaf nədir? Bu sadəcə ağıllı uşaq deməkdirmi? Ümumiyyətlə ağıllı olmaq deməkdirmi? Öncə bir terminləri izah eləyək. Valideynlər bilsin ki, bu mövzu ilə əlaqəli olan bəzi ifadələrin, sözlərin izahını bilsinlər. Birinci, ümumiyyətlə intellekt nədir? İntellektual inkişaf nədir? İkinci, tənqidi təfəkkür nədir? Üçüncü də yaradıcı təfəkkür nədir? Bu mövzu ilə üçü də sıx əlaqəlidir. İntellekt bu günə qədər elə bilirdilər ki, yalnız riyazi və məntiqi bacarıqları ölçən hansısa bir testlərdir. Ona görə bəzən o testlərdən deyirdilər ki, sizin uşağınız məsələn 80 neçə bal yığdı. Valideyn artıq təşvişə düşürdü ki, mənim uşağım elə də intellektual deyil, bundan dahi bir insan çıxmayacaq. O testlər bizim cəmiyyəti bərbad elədi. Həqiqətən dünya cəmiyyətini o testlər bərbad elədi. Çünki o testlərin fonunda insan o testlərdən lazımi dəyərləndirməni yığa bilməyəndə özü, övladı barəsində bir neqativ fikrə düşürdü. Bu ciddi bir problem yaradırdı və insanın özgüvənini darmadağın eləyirdi. Və həmişə də belə bir bənzətmələr gedirdi ki, filan dahi 106 IQ-su var və yaxud da filan dahinin IQ-su bu qədərdir və sən o testlərdən keçə bilmirdin. Övladın hansısa bir gələcəyi ilə bağlı bir proqram cızırsan, o testlərə müraciət edirsən, uşaq o testlərdən keçmir, artıq avtomatik uşağın taleyi barəsində səndə mənfi bir qərarlar yaranırdı və uşaq özü də bədbin olurdu və əli hər bir işdən soyurdu. Müqayisə də olunur. O testlər həqiqətən bu günümüzə qədər bizim taleyimizdə ciddi bir rol oynadı və IQ-su o testlərdə yüksək yığan insan artıq bütün sahələrdə söz deyirdi. Yəni filankəsin IQ-su bu qədərdir. Bu artıq özünə aid olmayan sahələrdə danışırdı. Fəlsəfi mövzularda danışırdı, sosial mövzularda fikir deyirdi, siyasi mövzularda fikir deyirdi, teoloji mövzularda danışırdı və bu insanın IQ-su, yəni intellektualı daha yüksək olduğuna görə sanki belə bir fikir var idi ki, hər bir sahədə bu mütəxəssisdir, hər bir sahədə bunun sözü keçərlidir, sən başa düşə bilməzsən. Çünki sən bu testdən lazımı dərəcəni yığmamısan, ancaq bunun IQ-su yüksəkdir. Və hər bir sahəyə gətirib mütəxəssis kimi bu adamı təqdim edirlər. Hətta deyirdilər, məsələn, Einsteynin IQ-su bu qədərdir və Einsteynin sahəsinə aid olmayan yerlərdə də fikrini bir istinad nöqtəsi kimi gətirirlər və orada da bir söz sahibi kimi təqdim edirlər. Belə bir faciəvi bir dönəmdən biz keçdik. Ancaq günümüzün insanı həm psixologiya sahəsində, həm təhsil
psixologiyasında araşdırmalar onu göstərir ki, ümumiyyətlə fəlsəfə əvvəldən bunu deyirdi, ancaq elm artıq indi bu nəticəyə gəlir ki, insanın intellekti, insanın zəkası çox şaxəlidir. Yəni o testlər insanın riyazi və məntiqi bacarığını göstərir. Ola bilsin birinin riyazi IQ-su, riyazi zəkası aşağı olsun, ancaq bu insanın başqa sahədə zəkası çox yuxarı olsun. Bu insanın musiqiyə, bu insanın incəsənətə, bu insanın fəlsəfəyə, bu insanın məsəl üçün hansısa humanitar fənlərə olan bacarığı riyazi bacarığından qat-qat yüksək olsun. Deməli, bir insan ola bilər ki, riyazi olaraq elə də istedadlı deyil. Ancaq sən bunun üstündə xətt çəkə bilməzsən. Bu başqa bir sahədə riyazi zəkası yüksək olandan daha yüksək nəticələr qoyar. Hansı ki, o riyazi zəkalı insan orada testlərdən daha aşağı dəyərləndirmə yığacaq. Bu deməli bizim həyata, övlada, tərbiyəyə, təhsilə baxışımızı kəskin surətdə dəyişdi. Ona görə müasir dövrdə artıq o IQ testləri ancaq və ancaq riyazi zəkanı yoxlayır və nəticə budur ki, bizim zəkamız çox şaxəlidir. Hər bir insanın üstün olduğu tərəflər var. Sadəcə olaraq sən o üstün tərəfi tapmalısan, o sahəni inkişaf elətdirməlisən və o sahədə sən böyük nəticələr əldə edə biləcəksən. Tərbiyədə düşüncəmizdə nə dəyişdi? Sən övladının o üstün tərəfini axtarmalısan. O üstün tərəfindən yola çıxmalısan. Və bu cür testlərlə bunların barəsində bir neqativ bir fikir yaratmaq lazım deyil. Hər öz sahəsində bacarıqlıdır. Deməli bu intellektual zəka IQ testləri barəsində olan bir fikirlər. Bəzən millətlərin IQ testlərini verirdilər. Məsələn, deyirdilər ki, türk dilli ölkələrin IQ-ları 86-dır. Və yaxud da ki 80-dir. Çox aşağı dərəcə göstərirdilər. Ancaq qərb insanının IQ-su məsələn 100-lərdədir. Bu artıq cəmiyyət barəsində, həmən xalq barəsində bir mənfi, neqativ bir təfəkkür yaradırdı. Məsələn, hətta bəzi son deməyim də, belə bir testlər nəticəsində belə fikir yaranmışdı ki, Türkiyəlilərin, ümumiyyətlə Türkiyədə yaşayanların IQ-ləri çox aşağıdır və qonşu ölkələrin olanların da IQ-su aşağıdır. Rusların məsələn IQ testləri daha yüksəkdir və yaxud da ki, Amerikalıların IQ testləri, Yaponlarınki məsələn 100-lərdədir. Sən artıq səndə nə fikir yaranır? Sən deyirsən ki, mənim xalqımdan dahi bir insan çıxmayacaq. Çünki zaten elm buzur deyir. Elm deyir ki, sənin təfəkkürün heç bir zaman filan kəs kimi deyil, qərb ölkəsi kimi. Oradan çıxan insanlar artıq sənin üçün bir idola çevrilir. Onun hər hansı bir sahədə olan fikirləri sənin üçün artıq yəni avtoritar bir fikirdir. Bundan o tərəfə çıxa bilməsən. Bunlar hamısı yəni tarixə qovuşdu. Bunlar kökündən yanlış bir nəticədir dediyim məsələyə görə. Və biz əgər keçmişə baxanda biz şərqdən çıxan filosofların, şərqdən çıxan dahi insanların siyahısına baxsaq, görərik ki, qərbin müəllimləri elə şərqdən çıxıb. Qərbin müdrikliyi, qərbin bir dövr olub ki, qızıl dövrü deyiblər, 13-cü, 14-cü əsrə qədər davam etmiş bir dövr olub. Müxtəlif sahələrdə dahi insanlar çıxıb. Coğrafiya şünaslardan, tarixçilərdən, filosoflardan, riyaziyyatçılardan, astronomlardan tutmuş və digər sahələrə qədər böyük müəllimlər çıxıb və fövqəladə dərinlikdə əsərlər yazıb. Deməli bu testlər əsaslı deyil və bunlar əslində yanlış bir yanaşmadır. Bu birinci IQ testləri və intellektual zəka barəsində demək istədim. İkinci məsələ tənqidi təfəkkür. Bu tənqidi təfəkkür bu beynimizin tamam başqa bir funksiyasıdır və intellektual zəkanın altında yerləşən bir qrup deyim, bölmə deyim, hansı bir xüsusiyyət deyim. Tənqidi zəka nədir? Tənqidi zəka hər hansı bir mövzunun boşluqlarını tapma bacarığıdır. Yəni biri bir layihə irəli sürər. Əgər mənim tənqidi zəkam güclüdürsə, tənqidi təfəkkürüm güclüdürsə, mən o layihəni analiz, sintez eləyəcəm və deyəcəm ki, bu boşluğudur, bu uğursuzluğa məhkumdur, bu tərəfini gücləndirmək lazımdır, bu tərəfini nəzərə almamısınız. Burada olan o dediyiniz fikir filan fikrinə ziddiyyət təşkil eləyir. Ona görə bunlar sabahsı günü layihənin ən böyük boşluğu olacaq və uğur qazanmayacaq. Buna deyirlər tənqidi təfəkkür. Bu uşaqlarda da bunu inkişaf elətdirmək lazımdır. O təbii ki, indi biz ora gələcəyik. Bir üçüncü anlayış, ona deyirlər yaradıcı təfəkkür. Yaradıcı təfəkkür sənin layihəndə boşluqları görmür. O çünki onu görən səndə təfəkkür
tənqidi təfəkkürdür. Yaradıcı təfəkkür adından da göründüyü kimi yeni ideyalar irəli sürür. Və artıq layihəni irəli sürən o yaradıcı təfəkkürdür. Orada boşluqları tapan və axtaran o tənqidi təfəkkürdür. Deməli, bir uşağın intellektual inkişafından danışanda bu 3 parametri valideyn nəzərdə tutmalıdır və bir-birindən ayırmağı bacarmalıdır. Bir uşaqda tənqidi təfəkkür fövqələdədir. Yeni layihə ortaya qoya bilmir. Yeni ideya bu insanda yaranmır. Ancaq sənin ortaya qoyduğun yeni ideyaları adam boşluqlarını görür. Müəllim sual verər, uşaq heç nə deyə bilməz. Ancaq dostu cavab verər. Bu uşaq o dostunun verdiyi cavabda olan boşluqları deyər. Deməli, bunun tənqidi təfəkkürü güclüdür, yaradıcı təfəkkür elə də güclü deyil. Bu 3 dənə anlayışı yadda saxlayaq. İndi burada bir dənə belə bir sual yaranır. Bu doğuşdandı mı? Bunu artırmaq olarmı? Bu çünki çox əsaslı məsələdir. Bəli, bunun bir bizim psixoloji genofondumuzla əlaqəsi var. Yəni bəzi uşaqlar, bəzi insanlar anadan gəlmə istedadlıdır. Görürsən ki, 3 dənə övladın var. Birində hansısa bir zəka forması daha güclüdür. Digərində o cür deyil. Sən bunu birinlə müqayisə edə bilməzsən. Bu cür dünyaya gəlib. Bunun genetikası bu cürdür. Bunun psixoloji yapısı, strukturu bu cürdür. Bunu öyrətmədən bunun içinə bu yazılıb, bu kodlaşıb. Necə ki bizim fizioloji genetikamız var. Eyni ilə də bizim psixoloji genetikamız var, mental genetikamız var. Hətta blue jeans deyilən bu dəqiqə bir anlayış var, qəm genləri. Deyirlər ki, bəzi insanlar anadan gəlmə intihara meyllidir. Anadan gəlmə depressiyaya meyllidir. Anadan gəlmə qəmə, hüznə meyllidir. Buna bir belə bir ifadə ilə deyirlər mavi genlər. Bu mavi genlər kimdə varsa bu ümidsizliyə meyllidir. Ancaq görürsən ki, bir övladın pozitivdir, şəndir, deyir, gülür, ən bədbin bir halda da müsbət bir şeylər çıxardır. Bu cürdür. Sən deyirsən ki, mən hamısı eyni ailədən çıxıb, eyni tərbiyə alıb. Eyni atanın, ananın uşaqlarıdır amma. Bu insanın, bunun genetikası bu cürdür. Bunun təbiəti bu cürdür. Yəni bu önəmli bir məsələdir. Tərbiyədə çox önəmlidir. Mən bunu bir sadəcə informasiya olaraq demirəm. Valideyn artıq bunu biləndən sonra uşağını bacarıqsız deyib danlamayacaq. Sənin qardaşın necə oldu? Bu bacarıqları vardı, səndə yoxdur. Nə olub o pozitivdir, sən pozitiv deyilsən. Sən niyə asta gəlsən? Qardaşından ibrət götür. Bu ibrət götürə bilmir. Bizim ən yaralı yerimiz də odur. Valideynlərin ən böyük səhvlərindən biri də məncə odur ki, daim bu müqayisələr içindəyik. Daim bu uşaqlardan gözləntimiz ona aid deyil. Və hətta qardaş bacıdan əlavə öz yaşımızla belə müqayisə eləyirik sanki. Biz düşünürük ki, doğru olan budur. Uşaqdan da bunu gözləyirik. Halbuki o uşağın təbiəti başqadır. O uşağın həyat şərtləri başqadır. O uşağın yaşı başqadır. Amma təəssüf ki, bizlər bunu unuduruq valideynlər. O tərbiyədə mütləq nəzərə alınmalıdır. Müqayisə uşaqların əl-qolunu soyudan ən böyük mənfi faktordur. Yəni sən heç kəslə müqayisə eləmə. Bu individualdır. Bunun kimisi yoxdur. Bunun tipi kimisi yoxdur. Bu tamam fərqlidir. Ontoloji da fərqlidir, psixoloji da fərqlidir, fizioloji da fərqlidir. Bunun təbiəti tamam başqadır. Ona görə sən bunu ancaq özünlə müqayisə eləməlisən. Yəni sən deyə bilərsən ki, bir ay əvvəl sən necə idin, indi necəsən? Yəni insanı özünlə müqayisə eləyirlər, başqası ilə yox. Sən iki şeyi o vaxt müqayisə eləyə bilirsən ki, onların bir-biri ilə o müqayisə etdiyin tərəfdə müştərək cəhətləri olsun. Bunun onunla müştərək cəhəti yoxdur. Bu tamam fərqlidir. Sən necə bunun hansı bacarığını müqayisə edə bilərsən? Sən rəqib olaraq özünü təyin elə. Ki, hər dəfə sən nəsə bir şey öyrən, dünənki vəziyyətindən daha yaxşı ol, dünənki halından daha gözəl ol. Və burada da onun o istedad və bacarıq fərqliliklərini nəzərə al. Biz orada yanlış bir yanaşma edirik və bu uşağı həvəsinə salır. Bu önəmlidir, tərbiyədə önəmli bir mövzudur. Yaxşı, biz bunu necə inkişaf etdirək? Ümumiyyətlə, ən ciddi tərbiyədə intellektual inkişafdan danışırıqsa, birinci sual burada bu yaranır ki, yaxşı, mən uşağımda bunları necə inkişaf etdirəm? İnkişaf etdirməyin yolları var. Yəni, təbiətimiz fərqli olmağına baxmayaraq, biz bunu sonradan daha da yüksəldə bilərik. Yəni, bizim psixologiyamızda belə bir xüsusiyyət var. İşlənilməyən, istər hansısa əzəli olsun, işlənilməyən psixoloji hansı tərəfimiz olsun, o aradan çıxır və o budanır. Təbii olaraq o budanır. Əgər sən onu inkişaf elətdirməsən, o məhv olub, sönüb gedəcək. Biz dünyaya gələndə
neyronlar arasında əlaqə uşaqlarda böyüklərdən qat-qat çox olur. Buna sinapslar deyirlər. Sinapsların sayı 3 yaşda, 4 yaşda, 5 yaşda, hətta 6 yaşa qədər böyük insanın sinapslarından o neyronlar arasında əlaqə qat-qat çox olur. Ona görə erkən yaşlarda öyrənmə daha güclü gedir. Məsələn, biz ana dilini neçə ilə öyrənmişik? Körpəlikdən elə dil açırıq. Bir 6 yaşına qədər artıq biz ana dilini mükəmməl bilirik. Müəllim yanına getmədən biz öz ana dilimizin qrammatik quruluşunu bilirik. Ancaq artıq 25 yaşı var, 30 yaşı var. Bu istəyir bir dili öyrənsin, illərlə ömrünü qoyur, yenə də zülm çəkir. Ona görə uşağın bu 6 ili, bəzən deyirlər bir 10 ilə qədər, düzdür 6-dan 10-a qədər artıq o sinapslar başlayır yavaş-yavaş budanmağa, zəifləməyə. O neyronlar arasında əlaqə nə qədər çoxdursa, nə qədər sıxdırsa, insanın yeni informasiya öyrənməyi və təhlil etməyi bacarığı çox yüksək olur. Ona görə o yaşda insana verilən informasiya, insana verilən o bacarıqlar demək olar ki, ömrünün sonuna qədər baza rolunu oynayır və bütün karyerasını, həyatını təşkil edir. Sən ona görə deyirlər ki, öz uşağına öz ana dilini öyrət. Yəni sən həmin vaxtlarda uşağı aparırsan, məsələn, hansısa bir dili öyrədirsən, ancaq bu Azərbaycanlıdır. Bu öz dilində təbii ki, yaxşı danışa bilmir. Çünki sən başqa dili öyrətməklə bazı olaraq o dili qərar verirsən və uşaq sonradan ciddi şəkildə əziyyət çəkəcək. Öz ana dilini öyrənə bilməyəcək. Bizim Azərbaycan valideyni necə düşünür? Deyir, bu onun ana dilidir də. Evdə bu dildə danışırıq, bunu biləcək. Yox, elə deyil. Sən onu aparıb 6 yaşına, bu 10 yaşına qədər hansısa bir dili öyrədirsənsə, uşağın o beyni, o sinapsların güclü olduğu vaxtda artıq özü dil öyrənmə qabiliyyəti o yaşlarda fövqəladə yüksəkdir. Həmin dili baza olaraq qərar verir. O dildə düşünür, o dildə təhlil eləyir və dillə bərabər o dilin arxasında olan mental və mədəni dəyərlər gəlir. Dil özü böyük bir gücdür. Hər hansı bir dilin özünə xas olan düşünmə tərzi var. Bizim beynimiz o elə bil ki, açardır da. Biz hansı dildə düşünürüksə, o dildə də təhlil edirik. O dillə danışan xalqın mədəniyyətini də götürürük, onların mentalitetini də götürürük. Yəni mənim əgər baxmayaraq Azərbaycanda dünyaya gəlmişəm, mənim ana dili olaraq rus dilində mən danışsam, ruslara xas olan düşüncə tərzi artıq o dillə bərabər mənim beynimə gələcək, mənim ruhuma gələcək. Mən artıq o qəlibdən kənara çıxmağım çox çətin olacaq. Əgər İngilis, ərəb, nə bilim hansısa yapon bir dili mən ana dili olaraq qərar versəm, baxmayaraq ki, Azərbaycanlıyam, mən artıq o dilin özəllikləri ilə bərabər, qrammatikasından bərabər, mən o dilin daşıyıcısı olan xalqın xüsusiyyətlərini də mənimsəyəcəm. Başa düşürsünüz? Bu çox ciddi bir məsələdir. Lingvistlər və dil filosofları bunun üzərində xeyli bir araşdırmaları var. Ona görə bəzən görürsən ki, bir ailədə bir uşaq rus dilində, biri Azərbaycan dilində təhsil alıb. Bunların düşüncə tərzi belə fərqlidir. Bunların təhlili belə fərqlidir. Həyata baxışı belə fərqlidir. Mental dəyərləri belə fərqlidir. Düzdür, cəmiyyət müəyyən təsir qoyur, ancaq dil ciddi şəkildə bu insanın o düşüncələrini, hər bir şeyini formalaşdırır. Deməli, qayıdaq həmin o yaş perioduna. Həmin yaş periodunda sən uşağı bacardığın qədər o sinapslarını, o bacarığını, o gücünü artırmalısan ki, o belə deyim də, bir budanmasın və yaxud da ki, başqa bir ifadə ilə deyim, o bacarıqlarından maksimum istifadə eləyəsən ki, sonradan daha böyük bir potensiallar onun üstündə yarada bilərsən. Ona görə o ildə təhsil, o ildə uşağa yanaşma daha önəmlidir və psixoloji travmanı da bunlar daha ciddi şəkildə həmin vaxtda alırlar. Bu mühüm bir məsələ idi və sən tənqidi təfəkkürü inkişaf elətdirə bilərsən erkən yaşlarından, sən yaradıcılığını inkişaf elətdirə bilərsən, sən intellektual zəkasını formalaşdıra bilərsən, düzgün metodologiyanı seçsən, düzgün yanaşma olsa, bunları da sevgi və maraqla bərabər eləsən, uşağın bu bacarıqlarını 100% inkişaf elətdirə bilərsən. Bəs Rövşən bəy, deyirik deyəndə ki, ümumiyyətlə belədir. Uşağın ilk müəllimi ailədir. Eyni zamanda da deyirik ki, insan cəmiyyətdə formalaşır. Bunların hansı bu uşağın intellektual inkişafında, uşağın zəkasında hansı daha ağırdır, hansı daha çox yer tutur? Yəni sosial mühit, cəmiyyət, yoxsa ailə? Yəni bu sosial mühitin özünün mənbəyində hansı daha çox yer tutur? Uşağın tərbiyəsində ümumiyyətlə deyilə bir onun bioloji faktorları önəmli olur. Yəni hər bir insanın müəyyən mövzuları qavrama
xüsusiyyəti var. Təbiəti bu cürdür Bir də ki, bəzi mövzuları bioloji anlayır. tempimiz də var da bizim. Bəli, bu bioloji temp deyək, ona bizim genetikamız deyək, bu ana bətnindən artıq bizim bir taleyimizi müəyyən eləyir. Belə bir ifadə var. Xoşbəxt olan anasının bətnində xoşbəxtdir, bədbəxt olan da anasının bətnində bədbəxtdir. Bu həmin bu məsələyə işarə eləyir ki, yəni bir insan onun mühitinə uyğun bir genofondla dünyaya gəlirsə, bir bioloji təbiətlə dünyaya gəlirsə, onun uğurlu olma imkanı daha yüksəkdir. Mühitə adaptasiya etmə nöqteyi nəzərindən. Təbii ki, bu xüsusiyyətlə dünyaya gəldi. Bir də bizim sosial ətrafımız var, bizim mühit var. Ora biz məktəbi aid eləyirik, ora məhəllə uşaqlarını aid eləyirik, dostlarımızı, iş mühiti, bütün bunlar hamısı bizim bu sosial mühitimizdir. O sosial mühitdə mənim genetik bacarığımın bəzilərini inkişaf elətdirir, bəzilərini buduyur, belə deyək. Yəni mənim xüsusiyyətimə uyğun bir inkişaf mühiti olsa, mən orada daha da inkişaf eləyəcəm. Ancaq ola bilsin mənim fövqəladə riyazi zəkam var. Elə bir mühitdə mən yaşayıram ki, istər ailə mühiti olsun, istər məktəb mühiti. Mənim o riyazi zəkamı bunlar daha da zəiflədirlər və mən o bacarıqlarımı mən itirirəm. Yəni istedadlı dünyaya gəlmək həyatda da istedadlı olacaq mənasında deyil. Ola bilsin mən o istedad və bacarığımı ümumiyyətlə istifadə eləmədiyimə görə mən itirim, mən əldən verim. Bu çox ciddi bir məsələdir və əksi də düzgündür. Ola bilsin ki, mənim hansısa bir mövzuda istedadım yoxdur, ancaq elə bir uğurlu, münbit bir mühitdə mən yaşayıram ki, ailəm, təhsil mühitim, işim, düzgün işi seçmişəm, düzgün peşəni seçmişəm. Bu da insan xoşbəxtliyinin həqiqətən böyük bir hissəsidir. Öz təbiətinə uyğun, inkişafa uyğun bir peşəni seçmək və sən orada o istedadı inkişaf elətdirirsən. Ona görə bu bioloji tərəflə, bu sosial tərəflər, bunlar ciddi şəkildə bu mövzuya təsir eləyirlər və hər ikisi əl-ələ verib bizi inkişaf elətdirir. Ailə və yaxud da ki, məktəb, mən deyərəm hər ikisi. Sadəcə olaraq ailə bizə nə verir? Ailə bizə sevgi verir. Ailə bizə mənəvi güc verir. Məktəb nə verir? Məktəb bizə təhsil verir. Biri qəlbimizi işlədir, biri isə beynimizi. Belə attachment teoriyaları var. O teoriyanın ümumi mənası bundan ibarətdir ki, bir uşağın uğurlu inkişafı üçün ona mütləq olaraq sevgi və qayğı lazımdır və hər şey qurulur o sevgi və qayğının üzərində. Yəni o sevgi və qayğı o fundamentdir. Yəni hiss, əgər düzgün uğurlu hiss olsa ailədə, bunun karyerada uğur qazanma şansı çox yüksəkdir. Və yaxud da ki, bunun məktəbdə məlumatları öyrənmə şansı çox yüksəkdir. O sevgi və məhəbbətlə qaynaqlanır və nə qədər ki o sevgi və məhəbbət dayağı varsa, buna bağlanma teoriyaları deyilir də. Bu insan o qədər ailəyə bağlanır, o qədər bu insan elmə bağlanır, bu insan o qədər həyata bağlanır. Yəni hamısı sevgi, məhəbbətin əsasında qurulur və ola bilər ki, o sevgi, məhəbbəti almayan bir insan həyatda uğursuz olur və onu istəyir ki, hər hansı bir yerdə o sevgi və məhəbbəti alsın. Yanlış yerdə də axtara bilər. Yəni düzgün yerdə sən o sevgini görməyəndən sonra sən yanlış yerdə başlayırsan o axtarmağa. Mən bir ara bu mövzunu araşdırırdım ki, o kriminal elementlərin ora hansı bir o qrupa, komandaya bağlı olub belə qeyri-adi fədakarlıq eləmələrin səbəbləri nədir? Sonra gəldim bu nəzəriyyələrə çıxdım ki, onların bir çoxları ailədə o istədikləri sevgi, qayğı, özünü ifadəni görməyiblər. Orada özlərini ifadə eləyə bilirlər, özünü dəyərli hiss eləyirlər. Orada birlikdə özünün hardasa daha önəmli olduğunu hiss edirlər. Yəni bir əhatəyə düşür. Başqa əhatədə olmadığına görə özünə başqa bir əhatə tapa bilir. Başqa əhatədə, yəni daxili motivasiyası orada daha yüksək olur. O daxili motivasiyası olan yerdə insan özünü daha xoşbəxt hiss edir. Onun taleyində mənfi rol oynasa da, yenə də orada özünü xoşbəxt hiss edir. Ailələrdən çox şey gözləmək üçün. Ona görə biz ailədən daha çox sevgi, biz oradan təhsil gözləmirik də, düzdür. Biz oradan sevgi görmək istəyirik, mənəviyyat görmək istəyirik, qayğı görmək istəyirik. Çünki o qayğı və sevgi nəticəsində sən gedib təhsil alırsan. Təkan verir, gücdür. Dünənləri bir tədbirdə idim. Orada məndən sual verdilər ki, bu müəllimlər Biləsuvarda Mübariz İbrahimov adına bir lisey var. Orada tədbirdə idim. Sual verdilər ki, bəs müəllimlər sual verir ki, uşağı necə eləyək ki, oxusun da. Uşaq nəyə görə oxumur və nəyə görə oxuyur? Mən dedim ki, bu yaşlarda onları sən
pulla motivasiya eləyə bilməzsən, uzaq vadəli hansısa hədəflərlə motivasiya eləyə bilməzsən, onları motivasiya edən sevgidir. Uşaq ya anasına görə, atasına görə oxuyur, onları sevir, ona görə fənnini oxuyur ki, onları məmnun eləsin. Ya da ki, o fənnin müəlliminə görə oxuyur ki, müəllimim məndən məmnun qalacaq. Əgər müəllimi sevmirsə, onun fənnini də sevməyəcək. Əgər valideynlərinə sevgisi yoxdursa, o təhsilində də uğursuz olacaq. Deməli, hamısı qayıdır uşaq yaşlarında. Motivasiya sevgidir. Yəni, mən görürəm ki, anam məndən məmnun oldu və məni təriflədi və məndən razı qaldı. Bax, anam məndən məmnun oldu. Atam işdən gələndən sonra, məsələn, anam ona dedi ki, bu gün yaxşı qiymət alıb, atam sevindi. Bu sevgi məni oxutdurur və dopamin deyilən bizim beynimizdə bir hormon var. Bu xoşbəxtlik hormonu. Buna daha çox deyilir uğur hormonu. Uğur hormonu bizdə ifraz olur həmin vaxtı. Bu kiçik vadəli həzlər yaradan hormondur və o hormon mənim beynimdə ifraz olunur. Bir övlad olaraq mənim üçün özümü xoşbəxt hiss edirəm. Sonra o hormona mən öyrəşirəm və istəyirəm ki, o hormon yenə də ifraz olunsun. O hormonun yenidən ifraz olunması üçün mən sabahları gedirəm, həmin hərəkəti təkrar edirəm. Məsələn, kitabda da o cürdə. Maraqlı kitab bizim beynimizdə o dopamini ifraz elətdirir və mən istəyirəm yenə də oxuyum ki, o həzlər məndə dönə-dönə o həzlər məndə yaransın. Ona görə biz qəliz varlıq deyilik. Bizim işləmə mexanizmimiz də yəni bəsitdir, sadədir. Sadə prinsiplərlə bizlər işləyirik. Düz içimiz çox dərin olsa da belə. Uşağın tərbiyəsində də bu cürdür. Yəni sevgi verəcəksən, uşaq dərsini oxuyacaq və motivasiya olacaq. Bizlər bəzən necə eləyirik? Ata evə daxil olur, uşaq yaxınlaşır, nə bilim, qiymətini göstərir. Ata bu dəqiqə beynində 1000 dənə fikir var. Hə, əladır, yaxşıdır. Quru sözlərlə uşağı yola verir, keçir mətbəxə və yaxud da televizor qarşısına. Diqqət göstərmir. Uşaqda artıq o xoşbəxtlik hissləri oyanmadı və növbəti dəfə o fənnə, o qiymət almağa bunun bütün marağı itəcək. Yəni bir dənə onu belə kənara çəkməklə biz bunun hər bir şeyini öldürdük. Və yaxud da ki, uşaq deyir, kitab niyə oxumur? Mənə tez-tez bu sualı verirlər. Uşağı sən sevgi ilə oxutdura bilərsən. Oxuduğunu ondan soruş. Sən oxuduğunu ondan soruşanda bu görəcək ki, bunun oxuduğu o proses önəmlidir. Atası yaxınlaşır, deyir ki, nə oxumusan, bir dənə danış. O danışır və uşaq görür ki, ata sevinir. Ata deyir ki, doğrudan bunu bilmirdim. Hə, nə yaxşı maraqlıdır. Doğrudan və yaxud da sabahsı günü uşaqdan eşitdiyi məlumatı istifadə edir. Uşaq görür ki, bunun oxu prosesi önəmlidir. Uşaq özünü önəmli hiss edir. Atasının sevgisini də görür. Atasının məmnunluğunu görür. O gedir, kitab oxuyur. Biz nə edirik? Kitabı versən uşağın əlinə, bunu oxu. Uşaq onu oxumayacaq ki, çünki maraqlı kompüter oyunları olur, televizorda filmlər olur. Rəngarəng, sürət, hərəkət, bütün bunlar olan yerdə sadə bir. O maraqsız o kitabı niyə oxusun? Yəni həzz verən nədir? Orada həzz var, o işin özü həzz verir. Bunun özü maraqsız hansısa bir kitabı vermirsən. O oyunların fonunda bu lap maraqsız görsən. Ancaq bilsə ki, mənim valideynim buna görə bir diqqət eləyəcək, buna görə maraqlanacaq, bundan nəsə bir soruşur, onda ona təsir edəcək. Bir universitet professoru var idi. Bir gün onunla söhbət eləyəndə mənə qayıtdı. Kitabdan söhbət düşdü, oxu vərdişindən. O mənə dedi ki, mən uşaq vaxtından vərdiş eləmişəm kitab oxumağı və mənim atam çox ziyalı bir insan idi və o məni təşviq eləyirdi kitab oxumağı və uşaq vaxtı deyir mən kitabın önəmini anlamırdım, ancaq atamın təşviq etmə yolları var idi. O yollardan biri deyir, məsələn bu idi. Atam deyirdi, hər oxuduğun səhifəyə sənə məsələn 1 manat pul verəcəm. Deyir ki, mən məsələn 20 səhifə oxuyurdum, atama deyirdim 30 səhifə. Deyir, ancaq 20 səhifə burada oxuyurdum da, 30 manat yenə də buradan alırdım və atam da o pulu verirdi də. Deyir, sonra mənə, məsələn, atam evdə iş bölgüsü olanda, anam bir, məsələn, mebelin tozunu alır. Mənə tapşırırdılar həmişə kitabxanada olan kitabların rəfinin tozunu alım. Kitabın üstündə olan o tozları alım. Deyir, bəlkə də heç orada da ehtiyac yox idi. Ancaq mənə tapşırırdılar onları alım. Və deyir, mən o kitabların tozunu ala-ala bir dəfə götürürdüm, kitaba baxırdım. Birinin adı mənə maraqlı olurdu. Deyir, artıq mənim beynimdə gündəlik o tozları silə-silə kitabları görürdüm. Kitablarla nəsə bir ünsiyyət olurdu. Və deyir, indi bu dəqiqə həyatımın bir hissəsidir. Kitab oxumasam dura bilmirəm. Yəni uşaqlarda yaranan vərdiş, o dediyim o yaşlarda, o vərdiş yəni bir ömürlükdür də, bir fundament rolunu oynayır. Artıq onun təsiri altından çıxmaq həqiqətən də çox çətin olur. Uşaq yaşından biri kitabı öyrənsə, kitabla nəfəs alsa, sırf kitabın özündən həzz alacaq. Yəni bir var kənar motivasiya. Kənar motivasiya budur. Bu kitabı oxu, sənə 1 manat pul verirəm. Elə onu demək istəyirdim mən də ki, bu mükafata keçmirmi sanki onun üçün, o pulu əldə eləmək üçün oxuyacaq. Bunlar kənar motivasiyadır. Məsələn, psixologiyada kənar motivasiya da önəmlidir. Yəni sən yaxşı həkimsən, sənə mükafat veririk. Və yaxud da ki, yaxşı həkimsən, sənə yaxşı pul veririk. Cəmiyyətdə sənə
hörmətin olur, çağırırlar verilişə, orada hamı səni tərifləyir. Bu kənar motivasiyadır. Ancaq kənar motivasiya mütəmadi və daimi motivasiya rolunu oynaya bilməz də. Elə yerlər var ki, sənin orada kənar motivasiya olmasa sən iş görə bilməyəcəksən. Ona görə daxili motivasiya da önəmlidir. Məsələn, daxili motivasiya nədir? Mən işi görürəm, onun özündən həzz alıram. Yeni məlumat əldə edirəm, heç əl çalan yoxdur, ancaq o yeni məlumatın öyrənilməsindən mən həzz alıram ki, bu günləri mən yeni bir fikir öyrəndim. O mənə zövq verir, o mənə həzz verir. Kitabı oxuyuram, bir kitabı bitirirəm. Orada hansısa bir məsələn də bir süjet xəttini oxudum, mütaliə mənə həzz verir ki, bir kitabda bitirdim. Heç kəs yoxdur, tərifləyən yoxdur, mükafat verən yoxdur, diplom verən yoxdur, ancaq mən ondan həzz aldım. Buna deyirlər daxili motivasiya. Yəni sən o işin özündən həzz alırsan, içindən nəsə bir məmnunluq hissi yaranır o işi tamamladığına görə daxili motivasiyadır. Xarici motivasiya daxili motivasiya üçün bir müqəddimədir. Uşağa sən puluna verib onu oxutdurursan. Çünki o vaxtı başqa bir şey yoxdur. Bir dəfə əl çalırsan, bir dəfə məsələn qohumların içində bunu çağırırsan övladı, deyirsən ki, bu uşaq bizə nə edib, filan kitabı oxudu, təhlil elədi. Uşaq da deyir ki, mən qeyri-adi doğrudan bir iş görmüşəm. Uşaqda həvəs yaranır, ikinci kitab oxusun, yenə də o qohumların qabağında bunu dəvət eləsin, bir əl çalsınlar, tərifləsinlər. Ona görə gedib oxuyur. Ancaq müəyyən bir vaxtdan sonra uşaqda vərdiş yaranır. Bizdə vərdişlər o cürdür də. Sən əvvəlcə hansısa bir ənama görə eləyirsən, ancaq sonradan o iş sənə öyrəşir. Sonra da daim hər yerdə hər kəsdən alqış gözləyəcək. Yox, o vərdişə çevrilsə əgər. Uşağın ağlı kəsəndən sonra artıq uşaq onu yavaş-yavaş başa düşəcək ki, sırf xarici motivasiya ilə iş bitmir. Çünki bizim axı beynimiz müəyyən bir vaxtdan sonra sintez eləyir və bu nəticəyə gəlir ki, elə yerlər var ki, mən bu informasiyanı məsələn öyrənməliyəm ki, karyeramda inkişaf eləyim. Öyrənməliyəm ki, öz daxili problemlərimi həll eləyim. Məsələn, mən özümdən götürüm. Mənim uşaq vaxtı kitab oxumağa meylim və marağım xarici motivasiyadan başlayıb ancaq sonradan daxili motivasiyadan davam edir. Məsələn, mən təhsil müddətində yadımdadır ki, ibtidai sinifdə mən oxuyanda mənim şəklimi yaxşı oxuduğuma görə şərəf lövhəsinə qoyurdular. Və mən gəlib həmişə şərəf lövhəsinin qabağında dururdum, belə keçirdim. Şəklimi orada görürdüm, məsələn, zövq alırdım. Hətta bəzən deyirdim ki, bu məsələndə önə qoyurdular. Mən ona belə diqqət edirdim ki, lap başa qoyublar da. Mən deyirdim ki, başa ona görə qoyublar ki, o birislərdən daha yüksək bal yığmışam. İndi belə bir əlaqələndirirdim. O mənə məsələ zövq verirdi. Bu xarici motivasiya idi. Və yaxud da bir müəlliməm var idi. İbtidai sinif müəlliməm, Gülnaz müəlliməm. Bilmirəm indi sağdır yoxsa yox. O insan məni oxuduğum hansı bir yaxşı nəticələrimə görə tərifləyirdi və mənə 5 yazırdı, yanına da ulduz yazırdı. Yəni mənə ulduzlu 5 yazırdı. O 5-dən çox mənə ulduz zövq verirdi. Çünki deyirdim ki, mən 5 almışam, ən yüksək qiymət və ulduz o müəllimin həzzini göstərir, məndən məmnun olmağını göstərir. Sonra yavaş-yavaş mənə 2 dənə ulduz yazırdı, 3 dənə ulduz yazırdı. O mənə o qədər xoşbəxt eləyirdi də. Bu xarici motivasiyadır. Ancaq sonradan ibtidai sinif bitəndən sonra mən yadımdadır ki, artıq mən özüm başladım kitab oxumağa və məsələn gedirdim bədii romanlar oxuyurdum, publisistik əsərlər oxuyurdum. Heç kəs də bilmirdi də nə oxuyuram. Yəni artıq kitab oxuyuram və özümdə maraq yararam. O professor deyir, atam mənə pul verirdi. 1-2 səhifəsini pula görə oxurdum. Sonra gördüm ki, nə maraqlı süjet getdi. Və deyir, 10 səhifə düşünmüşəm oxuyum. Bir də görürəm ki, 50 səhifə oxudum. Çünki o maraq səni axı götürüb aparır. Yəni biz də bu cürük də bizi bir kənardan stimullaşdırırlar. Sonra deyirəm ki, bu kitab nə yaxşı şeydir. Orada bildiyim məlumatı kiməsə dedim, ona faydalı oldu. Öz həyatıma tətbiq edirəm. Mən sonradan məsələn öz həyatımda faydasını gördüm. Məsələn mən nəyə görə yanaşmam da psixoloji, fəlsəfi mövzulardır. Mən erkən yaşlardan psixologiya və fəlsəfəyə də maraqlanmışam və görmüşəm ki, insan düşüncəsini çözən ən güclü instrumentlərdir, ən güclü elm sahəsidir və mən özümdə faydasını gördüyümə görə mənim üçün çox maraqlı olub. Bir də məsələn fəlsəfi mövzular, elmi mövzular mənim bilmədiyim mövzuları mənə açırdı. O mənə zövq verirdi. Yəni bilmədiyim mövzunu mən öyrənirdim, mən ondan həzz alırdım. Bu daxili motivasiyadır. Yəni bilmədiyini öyrənirsən. Bu da bizim psixikamıza qoyulub. Bu bizim ruhumuza qoyulub. Yəni bilmədiyin arxasınca getmək, bilmədiyini öyrənmək və bilmədiyini öyrənəndə həzz almaq. Bu bizim içimizdə qoyulmuş bir təbii bir ehtiyacdır. Bəli, uşaqlar da o körpəlikdən o öyrənməyə meyllilik olur da, əlləri ilə, dilləri ilə toxunduraraq, yəni baxışları ilə, sualları ilə. Bunu o zaman instinkt adlandıra bilərikmi, yoxsa elə sonradan şuurlu şəkildə formalaşır? Bunlar birlikdə
balans təşkil eləyirmi bu öyrənmə həvəsinin olmağı? Bu öyrənmə həvəsi, bunun bir yanaşma var. Birinci yanaşma bunu sırf bioloji bir kontekstdə izah edirlər. Yəni bu öyrənmə həvəs və yaxud da insanın analiz və sintezi, insanın yaradıcı təfəkkürü və yaxud da intellekti çalışırlar ki, bunu ali sinir sistemi, neyronlar arasında olan o rabitələr həddində bunu izah eləsinlər. Bu bioloji yanaşmadır. Ancaq o bioloji yanaşma öyrənmənin mahiyyətini tamlığı ilə izah eləyə bilmir. Yəni həyatında heç bir təcrübə görməmiş insandan elə qeyri-adi ideyalar və ortaya elə bir fikirlər qoyur ki, sən onu bioloji kontekstdə izah eləyə bilməzsən. Çünki bioloji kontekstin hər bir şeyin maddi səbəbi olmalıdır ki, maddi bir nəticəsi olsun. Mən bir biliyə gəlmişəmsə, bunun kökündə maddi səbəblər olmalıdır. Öyrənmə də sırf maddidir və qaynaqlanır təcrübədən, oxuduğumdan, bildiyimdən, eşitdiyimdən. Bəzən olur ki, biz ortaya elə bir ideyalar, elə fikirlər qoyuruq ki, onun elə bil ki, səbəbi bizim təcrübəmiz deyil, bizim biliyimiz deyil, bizim informasiyamız deyil. İndi fərqli bunun bir izahları var. Platon deyirdi ki, bizim ruhumuz transendental, qeyri-maddi olan bir aləmlə əlaqə qurur və bütün informasiyalar hamısı oradadır. Ona görə biz bəzən təcrübə etmədiyimiz ideyalar ortaya qoya bilirik. Yəni əslində yaradıcı təfəkkür də onu göstərir. Yaratmaq. Biz həqiqətən bir növ orada bir tanrılıq eləyirik. Heç nədən nəsə ortaya bir şey qoyuruq. Məsələn, o irrasionaldır. Mənə bəzən bu sualı verirlər. Bir forum vardı, psixoloji forum. Mövzum orada fikirlərin rəqsi və yaradıcı düşüncənin sirləri idi. Və mən orada dedim ki, yaradıcı düşüncə bəzən insanda doğulmur. Doğulmur. Yəni ideya mənim beynimə gəlmir. Bəzən ideya gəlir, o ideyanı daha yaradıcı necə təqdim eləyim? Bu ikinci sualdır. Ancaq birinci sual budur ki, mən necə ideyanı beynimdə yaradım? İdeya necə doğulsun? Uşaq dünyaya gəlməyi bir sualdır. Dünyaya gələndən sonra necə yaradıcı insan edim, necə ona gözəl düzgün tərbiyə verim? Bu ikinci sualdır. Amma birinci budur ki, bu ideya doğulmalıdır. Bu ideya necə doğulsun? Yəni sıfırdan mənim beynimə bir mövzu barəsində necə ideya gəlsin? Mən nə edim bilmirəm. Mən necə uğur qazanım bilmirəm. Yəni bu ideya yoxdur da, doğulmur. Və bu necə doğulur? Mən dedim ki, bunun iki hissəsi var, ideya doğulmağının. Biri irrasional hissədir. Elə bir ki, torpaqdan bitki çıxdı. Bax, o bitki çıxma doğulmadır. Ancaq bitki əvvəl hardaydı? O yaşıl gövdəsi, sarı ləçəyi, o torpaqdaydı da, düzdür. Ancaq torpağın rəngi nədir? Bozdur. Yəni torpaqda yaşıllıq yoxdur, sarılıq yoxdur, əlvan rənglər yoxdur. Torpaq bozdur. Ancaq gül hardan çıxdı o rəngarəng gül? O torpaqdan çıxdı. Deməli, boz torpaq, rəngarəng hansısa bir ideyanın mənbəyi ola bilər. Bu irrasional tərəfdir. Yəni orada bir alqoritm yoxdur, orada bir düstur yoxdur. Sən görürsən ki, nəsə peyda oldu. Bax, mən bilirəm ki, onu peyda eləmək üçün qaydalar var. Məsələn, birinci hədəfin olmalıdır. Nəsə deyirsən ki, mən hansı sahədə uğur qazanmaq istəyirəm, yaxşı yazıçı olmaq istəyirəm. Sonra sən deyirsən ki, o sahəni sevməlisən. Ola bilsin hədəfin var, ancaq hədəfi sevmirsən. Böyük bir içində sevgi var, istəyirsən doğrudan da yazıçı olasan. Bu ikinci. Üçüncü, sən heç nədən qorxmursan və çəkinmirsən. Ola bilsin hədəf var, sevgi var, ancaq mən özümə ehtiramım yoxdur. Özümə dəyər vermirəm. Özünə dəyər verməyən insandan ali ideyalar heç vaxt doğa bilməz. Xülasə, bunlar hamısı yenə də konkret deyildi, ancaq ümumi prinsiplərdir. Bax, o ümumi prinsiplər hər hansı bir insanın içində olsa, onun beyninə qeyri-adi bir ideyalar gələcək. Ancaq o ideyanın başlanğıcı bir dənə zülmətdir. Mənbəyi yoxdur. Bu irrasionaldır. Ona görə deyirəm ki, sən bioloji qaydalarla bunu heç vaxt izah eləyə bilməzsən. Mən bu şəhərdə kimsə yoxdur əsərini, onu yaranmasını örnək verirəm. Deyirəm ki, mən Üsyan adlı bir dənə əsəri işləyirdim və Üsyan adlı əsəri mən çapa göndərirdim. Və bir anın içində elə bir ki, bir dənə bir insight kimi bir işıqlanma oldu, bir ideya gəldi ki, o kitabın içindən bir dənə hissə var, onu götürüm, onun üzərində işləyim və roman edim. Orada Willi və Wissamın bir hekayəsi var idi, bir 2-3 səhifəlik hekayə idi. Dedim, onun əsasında kitab yaradım. Bu ideya hardan gəldi? Heç bir maddi mənim təcrübəm yox idi, bioloji bir təcrübə yoxdur. Heç bir təhsil və təfəkkürün bioloji və maddi konsepsiyalarına bu uyğun gəlmir. Yəni qeyri-müəyyən bir
səbəbdən dəqiq və müəyyən bir səbəb doğdu. Bunun kökü yoxdur. Ancaq bir işıq beynimə gəldi ki, bundan qəşəng şey çıxar. Heç ona da baxmırdım. Kitabı təsəvvür edirsiniz, mən düyməni basıb kitabı göndərməli idim nəşriyyata. Bir anlıq içimdə bir dənə fikir doğdu. Bax, heç nədən də, zülmətdən bir dənə bir işıq yarandı ki, və ondan sonra o kitab çap elədim və mənim yaradıcılığımda yeni səhifə açıldı. Mən romana o kitabla keçdim. Yəni ilk mənim bədii janrda yazdığım əsər olub və o əsər mənim karyeramda böyük bir dönüş nöqtəsi oldu, uğur gətirdi və ilax. Yəni bir dənə orada belə balaca bir işığın yanması, ideyanın doğması. Ancaq o ideya barəsində düşünürdüm, yox. O ideyanı kimsə nəsə söz dedi, o səsdən ilhamlandım qətiyyən. Yəni tək idim otaqda bu faylı göndərirdim, birdən heç bir yerdən bir trigger olmadan, bir təkan verici, bir stimul olmadan anidən içdə nəsə bir gəldi. Buna biz insight deyə bilərik, buna nə bilim, nəsə deyə bilərik. Ancaq hər halda ideyanın doğuşu bu cürdür. Bütün beyinə ideya gələnlər baxıb görürsüz, girir vannanın içinə girəndə su daşır, orada bir qayda kəşf edir. Başına alma düşür, oradan bir qayda kəşf edir. Yəni baxıb görürsən ki, bunlar nəsə kənardan bir təkanlardır da. Ancaq bəzi insanlar var ki, nə vannanın içinə girir, nə başına alma düşür. Ancaq ideya sıfırdan gəlir, heç nədən. Məsələn, məndə bir çox ideyalar və eyni o cür gəlib. Rövşən bəy, biz də dedik ki, bu öyrənməklə əlaqəli, öyrənməyə həvəslə əlaqəli ki, uşaqlara fərqli təsirlər olur da. Kimi ola bilər, tərif alır deyə o motivasiya eləyir, onu həvəsləndirir. Və yaxud uşaqlar olur ki, onlar kəşf eləməyin sevincindən o həvəs onlarda olur. Uşaqda var ki, sadəcə maraqlıdır deyə öyrənir. Amma elə uşaqlar da var ki, onlarda o həvəsi görmək olmur. Ümumiyyətlə o motivasiyanı görmək olmur. Nə edirsən elə, bu uşaq sanki heç nəyə maraq göstərmir, heç nə istəmir və ona heç maraqlı deyil. Bunun arxasında dayanan o psixoloji faktor, psixologiyaya istəyirəm burada toxunaq ki, səbəb nə ola bilər ki, uşaq bu dərəcədə məsələn soyuq olsun hər şeydən? Uşaqların hansısa bir sahəyə marağının olmaması, təhsilə marağının olmaması, öyrənməyə marağının olmaması, onun əvvəldə danışdıq da müxtəlif səbəbləri ola bilər. Ancaq bəzən də onun səbəbi travmalardır. Yəni uşaq təhsillə bağlı hansısa neqativ bir təcrübə yaşayıb. Bu ola bilsin ki, dərsi oxuyub, bunda alınmayıb, gedib müəllim danlayıb, evə gəlib valideyn danlayıb. Uşaqda artıq bir neqativ təcrübə yaşandığına görə o ikinci dəfə kitabı oxumaq istəmir. Bəli, bu dərsi oxumaq istəmir. İstəmədən, bilmədən elədiyi səhvlər də olur. Uşaq mənfi təcrübə yaşatmısan sən ona. Sən onun əlini bir dəfə yandırmısan, artıq o bu Pavlovun orada eksperimenti artıq işə düşür də. Mən bunu eləyəndə əlim yanacaq. Mən bunu eləsəm əlim yanacaq. Artıq uşaq dərs oxumaq istəmir. Yəni bilir ki, orada nəticə verə bilməyəcək və valideyn yenə də danlayacaq. Yəni sən bilsən ki, bu işi görəndən sonra bir dənə danlıq eşidəcəksən, qınanılacaqsan, neqativ bir hal yaşayacaqsan, hansı ki əvvəllər yaşamısan, onu eləmək istəməzsən. Bu qədər sadə. Və valideyn də burada anlamır ki, uşaq niyə oxumaq istəmir? Mənim uşağım tənbəldir, bacarıqsızdır və yaxud da əvvəl yaxşı başladı, sonunda bir başı var, oxumur deyirlər. Həvəssizlik yarandı. Ona görə ki, ya məktəbdə, ya da ki evdə sən ona mənfi təcrübə yaşatmısan. Danlanılıb, kimsə qınayıb, sinifdə lağa qoyublar, nəsə hansısa bir dənə bir ağır söz deyiblər. Valideyn bəzən əl qaldırır, bəzən kobudluyur. Bu şeylər onda bütün o elmə marağı öldürdü. Yəni deyirəm, bizim içimizdə təbii olaraq öyrənməyə maraq var. Biz bu cür yaranmışıq. Bizim təbii ehtiyaclarımız içərisində elm öyrənmək, kəşf eləmək, soruşmaq. Məsələn, beynin deyirlər bir hissəsi var, ona deyirlər bu nədir? Məsələn, bir dənə belə eləyəndə səs gələn kimi mən çönürəm, yəni içimdə elə bir fikir ya, bu nədir? Bu nədir fikri beynimizin bir funksiyasından əlaqəlidir. Bu bizim içimizdədir. Mən həmişə istəyirəm. Məsələn, bu qara bir pərdədir. Mənə maraqlı olur ki, bunun arxasında nədir? Ona görə bu nədir? Mən həmişə o yarımçıq gestalt tamamlamaq istəyirəm də. Mən istəyirəm ki, o naməlum qalmış mövzu, informasiya tamamlansın. Bilim ki, bu nədir? Mən bəzən əsərlərdə bunu istifadə edirəm. Əvvəldə bir mövzu verirəm, sonra saxlayıram mövzunu. Sonunda, ortasında, axırında o mövzunun yarımçıq qalmış yeri ilə məntiqi bir əlaqə ilə onu əlaqələndirirəm. Bax, bu yarımçıq qalmış insanlarda bəzən çox marağı yaranır. Bunu məsələn podkastlarda deyirlər. Maraqlı bir sözləri salırlar əvvələ,
Sonra məcbur eləyirlər ki, insanlar onu izləsinlər. Orada bir sözdür, görün bu hansı kontekstdədir, nə ilə əlaqəlidir. Bu bizim hamısı bizim içimizdə olan bu hissdən irəli gəlir, o təbii ehtiyacdan irəli gəlir ki, öyrənim. Maraqlı olan bir şeyin sonuna varım ki, görüm bunun sonunda nə var. Deməli, bu uşaq anadan gəlmə küt deyil. Anadan gəlmə hər şeyə maraqsızdır deyil. Bunu maraqsız edən yanlış davranışlardır, yanlış yanaşmalardır. Ona görə o neqativ nədirsə, o neqativi aradan qaldırmaq lazımdır. Uşaq oxuyacaq. Uşaq həqiqətən də maraqlanacaq. Və uşaq sevdiyi işi görür. Oyunla paralel olmalıdır. O işi görəndə bir həzlə maraq, bir qatmalısan da, bir əyləncəli bir formata salmalısan. Mən deməli bu Mübariz İbrahimov adına bu liseydə idim. İndi dünənki təcrübəmdən danışıram. Zala mən həmişə elm məktəblərə gedəndə zalda olan auditoriyaya baxıram. Yəni zalda olan insanlar böyük yetişkin insanlardırsa, sən onlara gələcəkdə olacaq hansısa bir hadisələrdən, bunların gələcək təcrübələri və karyerasında inkişafla bağlı bir mövzular danışsan, onlara maraqlı olacaq. Çünki yetişkin insan üçün bu maraqlıdır. Və yaxud da ki, övlad tərbiyəsi ilə bağlı onlara danışsan, ya bəzilərinin övladı var, ya bəziləri planlayırlar. Bunlara maraqlı olacaq. Ancaq sən yəni 8-də, 7-də oxuyan uşağa sən nə danışa bilərsən? Bunlar onun üçün maraqsızdır. Ona görə və burada da sən istəyirsən ki, saat yarım onlar səni dinləsinlər. Sən onu nə etməlisən? Necə danışmalısan? Məsələn, kitabdan danışmaq istəyirsən. Sən başlayırsan, nə bilim, Joseph Conrad'ın Zülmətin qəlbi əsərini danışıb burada olan o ekzistensial dərinlikləri təhlil edirsən. Uşaqlar yatacaqlar. Və sabahsı günü də kitab adına bütün olan tədbirlərə gəlməyəcəklər. Ona görə mən orada nə edirəm? Məsələn, mən orada öz uşaqlığımdan danışıram. Sən öz uşaqlığından danışanda uşağa daha yaxındır. Mən öz yaradıcılığımda olan problemlərdən və qarşılaşdığım, nə bilim, tənqid uşaq üçün maraqsızdır. Mən orada öz uşaqlığımdan danışdım. Dedim, mən də oxumuşam belə bir məktəbdə. Mənim məktəbim vəziyyəti sizin məktəbinizdən qat-qat pis idi. Mənim dövrümdə belə idi. Mən musiqiyə getdim, idmana getdim. Atam istəyir. Belə bütün uşaqlar görürsən ki, hamısı səsləri çıxmır. Hamısı diqqətlə sənə qulaq asır. Çünki sənin danışdığın mövzu onlara yaxındır və bu maraqlı mövzu nə, sən ona nə ötürürsən? Mən orada danışdım kitaba sevgidən, sağlam həyatdan. Ancaq bunu sən indiki böyük yaşlı uyğun formada verirsən, uşaqlar üçün maraqsız olacaq. Deməli, informasiyanı uşağa maraqlı bir formada çatdırsan, uşaq qulaq asacaq. Sonra uşaq xoşlayır ki, onu ilə interaktiv rabitəyə gedəsən. Məsələn, böyüklərdə müşahidə eləmişəm ki, əgər saat yarımlıq çıxışda sən 20 dəqiqədən bir, 15 dəqiqədən bir hansısa bir sual, bu cür belə bir interaktiv hansısa bir geri dönüşlər olsa, böyüklər üçün bu kifayətdir. Uşaqlar üçün kifayət deyil. Çünki uşaqların fikri tez yayılır. Sən interaktivliyi orada çox qorumalısan. Ona görə uşaqlara tez sual verirəm. Deyirəm ki, uşaqlar, məsələn, əvvəlcə danışdım, dedim ki, böyük hədəfləriniz olsun. Hədəfiniz kiçik olmasın, böyük hədəfləriniz olsun. Elə hədəflər ki, sən onu yaxınlarına deyəndə onlar gülsünlər. Yəni hədəf bu qədər böyük olmalıdır ki, sən ona çatasan. Sonra bax bu məlumatı verdin. Sən ardını davam eləsən yenə də əsnəyəcəklər və yorulacaqlar. Orada artıq onlar böyük hədəflər düşünməyə başlayırlar və hərəsi bir fikir bildirir. Və deyirəm ki, kimin böyük hədəfi var? Artıq sən onlara sual verirsən, əllərini qaldırırlar. Nə bilim, sənin böyük hədəfin yoxdur. İnformasiya verirsən, ancaq onlarla kontaktda keçirsən. Onların o prosesə cəlb olunmuş hiss eləməlidirlər özlərinə. O olanda maraqlı olacaqlar. Hədəflərindən danışdı. Sonra deyirəm ki, məsələn də nə bilim suallar verin, mənə sual verənə məsələn mükafat verəcəm. Orada elə uşaqlar var ki, utanırlar sual verməyə. Mən dedim ki, kim utanır? Ancaq sual vermək istəyir və sual verməkdən utanır. Dedim onlar əlini qaldırsın, mən onları deməyəcəm sualınızı verin. Sadəcə əlinizi qaldırsın. Məsələn bir qrupu əlini qaldırdı. Yəni biz sual vermək istəyirik, ancaq utanırıq. Əllərini qaldırdı. Sən indi onları təşviq eləmək istəyirsən. Nə etmək lazımdır? Mən dedim ki, sizlərdən hər hansı biri qabağa çıxsa tribunaya, mənə o sualını versə, mən ona istədiyiniz kitabımı hədiyyə verəcəm. O utanan uşaqların demək olar ki, 80-90% çıxdı qabağa. Yəni burada artıq tərbiyə ilə əlaqəli başqa bir məqam, mükafat. Uşaq bilir ki, o utancaqlığını yensə mükafatlanacaq və alqışlanacaq. Sonra dedim ki, bu uşaqları alqışlayın, hamı ona əl çaldı. Bax, bu onda sevinc və məhəbbət yaradır. Uşaq tərbiyəsi bu baza üzərində qurulur. Əgər bunu eləsən, uşaq kitab da oxuyacaq, uşaq dərsini də oxuyacaq. Uşaq hər bir belə ağır bildiyin fənni belə sevə-sevə oxuyacaq. Deməli, uşaq orada
Bilməlidir ki, bu nə üçün mən bunu oxuyuram, valideynim məni sevəcək, mükafatlandıracaq. İnteraktiv olmalıdır. Uşağı da ora cəlb eləməlisən ki, uşaq da orada, yəni passiv oxu uşağı yorur. Passiv təhsil uşağı yorur. Bizdə bir ifadə var, deyirlər, damarını tutmaq lazımdır da. O damarı tutmaq. Bu uşağın damarı budur. Onun dilini bilmək. bilmək. Uşağın damarı, uşağın nəbzi budur. Bunu biz eləmirik. Bizim təhsil sistemi ona görə quru gəlir, yorucu gəlir, əzbərçi gəlir. Bu da uşaq təhsil psixologiyasına tam zidd bir şeydir. Biz də evdə onu davam etdiririk. Davam etdiririk, tamam belə yük üstünə yük qoyuruq, uşaq ona görə oxumaq istəmir. Hər şey bu dərslərdən ibarət deyil də. Valideynlər bəzən oxusun, öyrənsin, dərs, hazırlıq, kurs və s. ancaq yüklənirlər bu tərəfdən. Amma uşağın zehni inkişafı üçün bəlkə də o oyunlar oynamalıdır. O şəkil çəkməlidir. O bilmirəm, müzakirələr eləməlidir, suallar verməlidir və bu sual vermə bacarığının özünü belə inkişaf elətdirmək lazımdır. Bu zaman valideyn necə eləsin? Bax, həmin o mühit bayaq dediniz ki, biz o mühiti qurmalıyıq da uşaqlar üçün. Valideyn neynəsin ki, o mühiti qura bilsin və eyni zamanda da həmin o sual vermə bacarığını da formalaşdıra bilsin uşaqda. Sual da önəmlidir. Ancaq beynimə bir mövzu gəldi. Çox önəmli mövzudur. Valideynlərdə günahkarlıq hissi. İndi övladlardan danışdıq, ancaq bu da çox təhsildə önəmlidir. Valideynlərdə günahkarlıq hissi olur və uşağın uğursuzluğuna görə özünü qınayır. Özünü uğursuz valideyn bilir. Bu çox önəmli bir şeydir və bu uğursuzluq hissinə görə uşağa çox yüklənir. Yəni uşaq əgər yaxşı oxumasa mən özümü günahkar hiss edəcəm. Mən başqalarından geri qalmış hiss edirəm. Bu çox önəmlidir və bizim uşağa yüklənməyimizin ən böyük səbəblərindən biri budur. Uşağa aqressiyanı tökməyimizin ən böyük səbəblərindən biri budur. Biz əgər bir valideyn kimi əlimizdən gələni eləmişiksə, biz uşağın uğursuzluğuna görə özümüzü qınamalı deyilik. Sən müqəssir deyilsən. Bu valideyn bunu bilməlidir. Bunu bilsə o daxili gərginliyi azalacaq və övladı ilə normal rəftar eləyəcək. Yəni normal kontaktda gedə biləcək. Aralarında valideyn və övlad arasında gərginlik olmayacaq. Sən günahkar deyilsən. Sən uşağın əlindən gələni eləyirsən. Sənin vaxtında heç bu şərait belə sənin üçün yaradılmamışdı. Sən bu günlər övladın üçün o şəraiti yaradırsan, sən bundan artıq sən nə etməlisən? Düzdür, uşaqla lazımı qədər bəlkə məşğul ola bilmirsən, ancaq sən yenə də gedirsən, çalışırsan. Əlindən gələni eləyirsən. Yəni sən çalışmasan uşağın təhsilini sən ödəyə bilməyəcəksən. Ona görə sən bir valideyn olaraq, yəni adam o dolanışığı təmin eləmək üçün, hansı ki iqtisadi təminat çox böyük bir şeydir. Bəzən deyirlər ki, yox, romantizmə çox yönəlirlər, ay belə sevgi, məhəbbət, uşaqlar qayğı istəyir. Yaxşı, sən maddi təminat olmasan, uşağın sən təhsilini belə ödəyə bilməyəcəksən də. Düzdür, uşağın heç bir dəstəyi olmayacaq. Ona görə maddi təminat da önəmlidir. Yəni evdə oturmaqla heç kəs gəlir əldə eləmir də. Sən çalışmalısan. Ona görə çalışdığına görə qınama, yəni sən uşağın təhsilini ödəmək üçün 8-10 saat gündə çox məşəqqətli bir həyat yolu keçirsən. Bu valideyn bundan artıq, yəni nə etməlidir? Valideyn olmaq nədir? Sən bu məşəqqətə qatlanırsan, bəzən kimlənsə üzgöz olursan, bəzən o stres altında sən çalışırsan, oradan çıxıb uşağı hansısa kursa aparırsan, sən əlindən gələni eləmirsən. Sən müqəssir ola bilməzsən. Yəni övlad sənin haqqından heç bir zaman çıxa bilməyəcək. Çünki sən əgər bunları eləyirsənsə, tərbiyəsi üçün çalışırsan, təhsil üçün çalışırsan, gələcəyi üçün planlar. Sən də eləmirsən əlindən gələni. Əgər bunları eləyirsən, əlindən gələni eləmirsən. Ona görə uğursuzluğa görə özünü heç bir zaman qınama. Bu bir. Qınamasan sən rahat olursan. İkinci, biz istənilən insanı dəyişə bilərikmi? Biz istənilən insanı təhsilli eləyə bilərikmi? Biz istənilən insanı dahi eləyə bilərikmi? Biz istənilən əxlaqsız insanı əxlaqlı eləyə bilərikmi? Xeyr. Xeyr. Yəni bizim bu danışdığımız, bunu tamaşaçılar bilsin, bunlar dəstəkləyici metodlardır. Bunlar mütləq hamıda belə olmalıdır. Mütləq səbəb deyil. Mütləq səbəb odur ki, məsələn də atəş varsa hərarət var. Ola bilməz ki, atəş olsun, hərarət olmasın. Deyirlər ki, o hərarətin bu mütləq səbəbidir. Ancaq uşağın oxuyacağının bu mütləq səbəbi deyil. Ona görə ola bilsin sən bütün bu qaydaları icra eləyəsən, uşaq oxumasın. Yəni bu seçimi əlindən ala bilmir. Bizim bu metodlar heç kəsin seçimi ala bilmir. İnsan olmaq da əslində budur. Sən o qərarları özün verirsən. Məsuliyyəti də sənin üzərində olur. Kimsə kənardan sənə bu təkanlar ola bilər də, bu nodcular deyirlər. Məsələn, iqtisadiyyat psixologiyasında. Bu təkanlar sənə kənardan olur ki, sən yaxşı insan olasan, tərbiyəli insan olasan. Ancaq tərbiyəli ailədən tərbiyəsiz övlad çıxa bilər.
valideyn buna görə özünü günahkar saymalıdır. Yəni biz bəzən o dini mətnlərə baxırsan, ən müqəddəs insan, məsələn, Nuh peyğəmbər övladı Quran deyir ki, naxələf çıxdı və o boyda peyğəmbərin, müqəddəs bir insanı yolu ilə getmədi də, azğın bir insana çevrildi. Yəni deməyim odur ki, bu normaldır. Buna görə heç sən günahkar deyilsən. Bu çox önəmlidir. Uşaqlar, indiki dövrün uşaqları, mən real bununla qarşılaşıram. Ona görə bu yəni ciddi örnəkləri deyirəm. Uşaqlar bəzən bu günahkarlıq hissini valideyndə bilir və bununla manipulyasiya eləyir. Və deyir ki, sən məni belə elədin, sən mənə travma yaşatdın. Valideyn daha da belə deyim də özünü bədbəxt hiss eləyir və doğrudan da o damarına uşaq basır. Uşaqlar bilmədən o gizli manipulyativ qabiliyyətləri çox yüksək olur. Valideyn ondan da uşaq istəyir, bəzi niyyətləri var, onu ələ keçirmək istəyir və yaxud da valideyn məndən əl çəksin. Və yaxud da ki, üçüncü, uşaq öz uğursuzluğunu kiminsə üstünə atmalıdır. Özü də orada bir boşalma yaşayır. Uşaq deyir ki, mənim valideynim günah. Və özü də dövrümüzdə yaranmış bir ifadədir, psixoloji travma. Xırda bir şeyə deyirlərsə mənə travma yaşatdın. Yəni bizim psixologiyamız o qədər də zərif deyil. Yəni biz öz uşaqlığımıza baxırıq ki, nə qədər ciddi problemlər içərisində keçmişik. Yəni bizim psixologiyamızın kifayət qədər gücü var ki, kənardan olan travmaları yəni qarşısını alsın. Nəyi demək istəyirəm? Yəni bəzən deyir ki, mən uşağın üstünə bir dəfə qışqırmışam. Uşaq da həmişə deyir ki, bax sən mənə dedin travma yaşatdın. Nə travma yaşatdın? Bir-iki dəfə ola bilsin ki, təhsilə görə biraz acıqlanıb. Yəni mənim deməyim odur ki, düzdür, travma yaşatmayaq, çalışaq. Ancaq hansısa bir xırda bir hərəkətlərə görə uşaq bunu əlində bayraq edib sənin özünə qarşı qaldırırsa, səni günahkarlıq hissi yaşatmaq istəyir, bu yanlış bir şeydir. Yəni buna görə sən özünü qınama. Günümüzdə valideynə, indi biz övladlardan danışdıq. Mən istəyirəm bu mövzu da ciddidir. Valideynin üstünə çox yüklənirik hərdən. Yəni valideyn uşağın haqqından, tərbiyəsindən o qədər danışırıq. Uşağın psixologiyasının zəifliyini o qədər qabardırıq ki, bunun fonunda valideyn heç bir zaman özünü yaxşı valideyn hiss eləyə bilmir. Valideyn başını itirir. Mən nə edeyim ki, görəsən necə eləyim ki, və eləyir və alınmır və bunun fonunda deyirəm də heç bir zaman məmnun olmur. Həmişə özünü günahkar bilir. Yəni indiki bütün podkastlar, verilişlər yüklənir valideynə, valideyni gömürlər də yerə, belə deyək. Və valideyn də artıq öz şəxsi həyatı yoxdur. Özü bir insan kimi məhv olub gedib. Boşanmış ailələr var ki, ana, özü də belə ailələrdə ana özünü 2 qat məsuliyyətli bilir və artıq ananın nə şəxsi həyatı var, nə insan kimi özünə baxır, nə heç nə yoxdur da. Bu ancaq övladları üçün yaşayır. Bu əslində yanlış bir şeydir də. Sən əgər özünə sevgi verə bilmirsənsə, emosional sən tükənmisənsə, sənin övladın da o sevgini görmədiyinə görə o da yanlış tərbiyə olunacaq. Bir də ki, mən həmişə bunun tərəfindəyim. Heç bir şəxsə görə yaşamaq yanlış bir şeydir. Yəni sənin ağıllı insanın həyatında özünə də yer olmalıdır. Əzizlərinə də yer olmalıdır. Əgər sənin özünə yer yoxdursa, sonuncu dəfə sən nə vaxt dincəlmisən, nə vaxt özündən danışmısan, nə vaxt özünə vaxt ayırmısan, bir insan olaraq ümumiyyətlə sən nə istəyirsən, sən buna diqqət eləməmisənsə və həyatımda ancaq mən övladlarım və övladım üçün yaşayıram, hansı ki, şərq insanının, Azərbaycan mentalitetinin ən böyük yanlışlıqlarından biridir. Bəli. Bu faciəvi bir şeydir. Yəni sən nə vaxt yaşayacaqsan və özü üçün yaşamayan bir insan başqaları üçün necə yaşaya bilər? Uşağa da bunu öyrədirik özdə. Uşaq da özünə dəyər verməməyi öyrənir. O səhvimizi uşaq da təkrarlayır. Və bəzən də necə olur? Uşaq müəyyən bir vaxtdan sonra valideynin üzünə qayıdıb deyəndə ki, sən mənim üçün nə etmisən? Yəni o valideynin üstünə sən xətt çəkirsən. Zaten həyatı özü üçün olmayıb, övladı üçün olub. Övlad da qayıdır deyir ki, sən mənim üçün nə etmisən? Onsuz da zaten övladlar valideynlərinin onlara etdiyinin 80%-ni heç vaxt görə bilmirlər. Çünki sənin ağrıvı uşaq bilmir, sənin sıxıntını bilmir, sənin acılığını bilmir. Sən xəstə-xəstə uşağa görə işə gedirsən, xəstə-xəstə işdən çıxırsan, gəlirsən o iki daşın arasında uşağı aparırsan hansısa bir təlimə, kursa, orada saatlarla gözləyirsən, mürgüləyə. Uşaq bunu görmür də. Neynəsən də valideynin psixoloji, mənəvi istirablarının, fiziki zəhmətlərinin 80%-ni valideynin bu zəhmətini uşaq görməyəcək. Ən yaxşı halda 20%-ni görür. 20% də yaddan çıxır, uşaq böyüyəndə onun yadında 1-2% qalır. O 1-2%-lə də düşünür ki, bu ana valideyn mənim üçün nə edib və elə bilir ki, bütün uğurları hamısı özündən qaynaqlanır. Bizim yanlış həyat tərzimizin o uşaqda qurbanı olur. O da öz övladı üçün bu cür yaşayır. Və bu cür belə nəsillər nəsilə davam edir, gedir. Bunun indi tərbiyə ilə əlaqəsi nədir? Birinci, valideyn gərginləşir, valideyn aqressivləşir, özünü həmişə
ideal valideyn fonunda natamam görür. Həmişə düşünür ki, övladım üçün mən nə isə kəm eləmişəm, nə isə uşağım üçün eləyə bilməmişəm. Bu gərginlikdə sən uşağı tərbiyə eləyə bilməzsən ki. Uşaq nə isə alındırmayanda bütün bu aqressiyanı tökürsən uşağın üstünə. Uşaq da bunu hiss eləyir. Başa düşürsən? Bu ciddi məsələdir. Ona görə bu dediyim mövzuları valideyn anlasa, bir rahatlaş, sakitləş. Həyat heç ara, yəni belə qaçırtmaq lazım deyil. Həyat burdadır. Həyat bu gündür. Bu gündən yaşa, bu zamanla yaşa. Əlindən gələn nədir, onu eləmisən. Eləmisənsə, yəni uşaq əgər məsələn də 3-4 saatda bu mövzunu anlamadısa, 5-ci saata ehtiyac yoxdur. Bunun qabı bu cürdür. Məsələn, təhsildə deyirlər ki, saat yarımdan sonra beyin artıq faydalı iş əmsalı düşür aşağı. Yəni saat yarımdan sonra. İndi məsələn mütəmadi çalışan o yetişkin beyinlərdə ola bilər 2 saat. Ancaq saat yarımdan sonra fikir ora-bura yayınır. Yəni ondan sonra yükləməyin mənası yoxdur. Uşağın gücü bu qədərdir. Tamam yükləmə. Özünə də vaxt ayır. Özünə də diqqət elə. Öz həyatında özün üçün də bir yer olsun. Özünü də sev, yəni bütün sevgini uşağa vermə. Özün üçün də bir şey saxla. Şəxsi həyatında olsun, istirahətində olsun, dincliyində olsun. Düzdür, indi bəzi valideynlər elə həyatındanca özləridir, bunlar da var. Ancaq mən deyirəm orta xətti tutaq. Yəni nə belə olaq, nə belə, nə ifrat, nə təfrit, normal bir qaydada gedək. Uşaqla da bir münasibətlərin sənin balanslı olacaq, sevgi ilə olacaq, aqressiya olmayacaq. Ona görə əksər valideynlərin uşaq tərbiyəsində buraxdıqları ən ciddi problem də bu dediyimiz bu məsələdir və bunun qabağını alsalar məncə bir çox daşlar öz yerinə oturacaq. Bəli. Bu sual vermə vərdişinə qayıtsaq. Nə üçün önəmlidir bu? Bu nə üçün vacibdir uşaq üçün? Mənim belə bir təlimim var idi, yaradıcı düşüncə ilə bağlı. Bir neçə belə təlim olub. Hər dəfə də bunun bir aspektlərini çalışmışam, orada işıqlandırım. Onlardan biri də sual verməkdir. Yəni yaradıcılığın ən önəmli tərəfi düzgün sual qoymaqdır. Yəni düzgün sualı insan qoysa, yaradıcılıq beyni hədsiz inkişaf edəcək. Mən belə bir sadə bir örnək verim. Bizim beynimiz fövqəladə potensiallarla doludur. Ancaq bunu işlətmək üçün açar lazımdır. Açar sualdır. Biz heç bir məlumatımız olmasa belə bizim beynimiz özündə olan o bəsit məlumatlarla və yaxud da o irrasional tərəfi ilə, o dərin belə deyim, o mistik aləmlə olan rabitəsi ilə o yeni bir ideyaları bu çıxarda bilir. Bəzən olub, məsələn sizdə olub belə bir şey, bilmədiyiniz mövzuda sual veriblər. Yəni heç indiyənə kimi o mövzuda bir danışmamısınız, bir fikir yürütməmisiniz. Ancaq sizə veriblər, siz çox gözəl bir orada məsələn cavab tapmısınız və danışmısınız. O mövzunu bir izah eləmisiniz. Olub elə bir şeylər və sonra özünüzə də təəccüblənmisiniz ki, mən nə yaxşı orada danışdım, necə oldu? Bu fikirləri dedim. Bunlar hamısı ondan irəli gəlir ki, bizim beynimizdə elm iki cürdür. Bir konkret elm var, bir yayılmış elm var. Bizim beynimizdə informasiyalar yayılmışdı. Təcrübə etmədiyimiz mövzuları o bildiklərimizi sintez edib çıxartma qabiliyyətimiz belə var bizim beynimizdə. Sən onun açarını tapsan, yəni o sualdır. Düzgün o sualı versən, beyin ona uyğun başlayır hərəkətə gəlmə. Bu bir chat GPT kimi bir şeydir. Düzgün sual, düzgün cavab deməkdir və daha dərin və geniş informasiya deməkdir. Ona görə sual, buna bir istəyirəm örnək verim. Məsələn, mən tez bu örnəyi verirəm. Mən sizə desəm ki, 2 üstə gəl 2 neçə edir? Neçə cavab verərsiniz? 4. Bəli. Bundan o tərəfəsi yoxdur da, düzdür. Ancaq mən sizə sualı belə qoysam. Desəm ki, 2 rəqəm arasında elə bir rabitə qurun ki, məsələn 2 rəqəmi arasında elə bir rabitə qurun, fərqli bir rabitələr qursanız, nəticə necə olar? Mən deyirəm ki, 2 rəqəm arasında fərqli rabitələr qursaz, onun nəticəsi neçə olar? 2 fərqli rəqəmlər, məsələn, götürək elə 2-2-ni, düzdür? Burada çıxmaq da ola bilər, burada vurmaq da ola bilər, burada artıq fərqli riyazi bir tənliklərdə istifadə etmək də ola bilər. Artıq 2 fərqli rəqəm dediyimə görə burada 1.5 də ola bilər, 1.6 da ola bilər. Artıq beyin tamam belə çox şaxəli
orada başlayır sənin üçün cavablar tapmağa. Çünki sən gözünü açırsan, sən beynini bloklamırsan. Beynini bloklamadığına görə orada fərqli şeylər deyir. Məsələn, mən yazıçılıqda bunu necə tətbiq edirəm? Məsələn, hansısa bir ölkə haqqında yazıram. Məsələn, deyirəm ki, İtaliya haqqında yazıram. Orada bir hadisə baş verib. Deyirəm ki, İtaliya ilə bağlı hansı qətl hadisəsi ola bilər ki, biraz mistik tərəfi olsun, biraz psixoloji tərəfi olsun, biraz sosial tərəfi olsun, biraz da siyasi tərəfi olsun. Mənim cavabım uzağı olacaq 10 dənə. Ancaq mən bu cür desəm ki, hansı ölkə ilə bağlı elə bir cinayət hadisəsi yaza bilərəm ki, onun mistik tərəfi olsun, onun sosial tərəfi olsun, onun siyasi tərəfi olsun. Yəni birincidə mən İtaliyanı gətirdim, ikincidə İtaliyanı götürdüm. Bax, mən adi bunu deyəndə sizin beyniniz hansında özünü məhdud hiss elədi, silahları alınmış hiss elədi. Elə bir ki, beynə İtaliya deyəndə artıq yönəlir İtaliyaya, onunla bağlı məlumatları başlayır təhlil eləməyə. Beyində milyard məlumat varsa, başlayır yüzünü araşdırmağa. İtaliya ilə bağlı çünki sənin beynində 100 məlumatdır. Ancaq mən İtaliya sözünü götürürəm. Məsələn, mən yazıçılıqda bunu tətbiq edirəm. Və deyirəm ki, hansı ölkə ilə? Beynimə İrlandiya gəldi. Çünki İrlandiyanın keltlərin dərin bir mistikası var, mifologiyası var. İtaliyada o mənim beynimə gəlmirdi. Və siyasi tərəf, İrlandiya. Nəyə görə? Çünki ingilislərin müstəmləkəsi olublar. Burada siyasi məqamlar var. İtaliyada mənim o qədər də beynimə bu mövzular gəlmir. Bu dediyim siyasi, fəlsəfi, psixoloji, ailə. Deyirəm, İrlandiya, onların ailələrində biraz bizə yaxın ailələri var. Ailə şiddət, ailə daxili hansısa bir. Bunlar idealdır. Yəni o məhdudluğu sən götürürsən, sənin beynin artıq fərqli işləyir. Məsələn, intihar haqqında yazmaq istəyirəm. Deyirəm ki, intihar. Məsələn, mən sualı belə verirəm. Deyirəm ki, məsələn də intiharla bağlı nə yazmaq olar? İntihar beyninə gəlir, məsələn, biri nəsə özünün boynuna ip bağlamaq istəyir, ardınsa məsələn tullamaq istəyir. Nəsə beyninə belə bir məhdud bir şey gəlir də. Ancaq sən özünə başqa cür yanaşsan, desən ki, məsələn də elə bir intihar səhnəsi olsun ki, orada həyatın mənasını göstərmək istəyim və sonu da yaxşı bitsin, insanlara bir mesajı olsun. Sən yəni özünü istiqamətləndirib fərqli suallar verməklə qəlibləri sən dağıdırsan. Sonra məsələn sual verəndə mən həmişə özümə bu şeyi deyirəm. Deyirəm ki, sualın cavabını çalış qeyri-adi ver. Məsələn özümə əvvəlcədən deyirəm. Deyirəm ki, elə bir absurd, elə bir gülməli buna bir dənə cavab ver ki, hamı ona gülsünlər. Çünki mən sual mənə veriləndə, bax bütün insanlar belədir. Cavabları çalışırıq. Verilmiş şablon və qəliblər əsasında biz cavablayaq. Bax istənilən sizə mən sual versəm, siz orada şablon və qəlibləri çalışacaqsınız, riayət elə. Adət elədiyiniz, gördüyünüz, kənara çıxsam utanaram, kənara çıxsam biraz ayıb olar. 1000 dənə o məhdudlaşdıran bizim kənar baskılar var da. Ancaq mən həmişə özümə bunu deyirəm. Deyirəm ki, elə cavab ver ki, qoy hamı gülsün. Elə cavab ver ki, belə sən onsuz da kitabında istifadə eləməyəsən, ancaq belə absurd bir şey olsun. O absurdu deyəndə çox o absurdları mən tətbiq eləyirəm əsərdə. Çünki görürəm ki, o absurdlar doğrudan da belə qeyri-adidir. Və bu düzgün sual verməkdir. İndi bu geniş bir mövzudur. Düzgün sual vermək, uşağa da düzgün sual vermək. Bir də uşağa sual verməkdən çəkinməyək. Mən məsələn ən qəliz sualları belə uşaqlara verirəm və çox gözəl də cavab alıram. Bəs Rövşən bəy, uşağa sual vermək, uşağın özündə sual vermək bacarığını formalaşdırmaq. Biz uşağa sual verəndə uşaq da o sualı verəcək. Bəli. Yəni məsələn mən uşağa nümunə götürür də, yəni. Uşaqda təqlid etmə qabiliyyəti var. Ümumiyyətlə ilkin vaxtlarda diqqət eləsəz uşaqlar daha çox sual verir. Sonradan artıq sual vermə istəyi get-gedə azalır. Bu ola bilərmi ki, məsələn, valideynlər çox da diqqət eləmirlər. Bəzən olur ki, uşaqlar gəlib bütün günü danışa bilərlər nəysə. Məktəbdə baş verənləri, həyətdə baş verənləri, nəsə suallar verəcəklər. Bəzən olur ki, valideyn oturacaq, qulaq asacaq, cavablayacaq, danışacaq. Bəziləri də puf, yəni yorulacaq, çəkiləcək. Ola bilərmi ki, o sual vermək vərdişimi deyim ya da o təbiətən gələn o sonradan sönməyin səbəbi də elə bizim özümüzün münasibətimizdən olsun. Əvvəldə mən nə dedim? Dedim, məsələn, yaradıcı düşüncə üçün sən sualların cavabında özünə baryer qoymalı deyilsən. Yəni ən absurd, ən gülməli, ən belə deyim,
biabırçı cavaba belə hazır ol. Beynində deyən ki, o cavabları belə gətir. Eyb yoxdur, listləri gətir. Sonra mən özüm çıxdaş eləyərəm. Uşaqlar bizim bu dediyimiz formanı elə təbii olaraq erkən yaşlarında yaşayırlar. Uşaq ən belə gülməli sualı verə bilər. Beyninə gələn sualları adam filtrasiya eləmir. Bizdə filtr var. Biz çox filtrli danışırıq. Biz bacardığımız qədər ondan çıxa bilmirik. Məndən soruşurlar ki, yazıçının, gözəl yazıçının ən böyük şərti nədir? Deyirəm, səmimi olmaq. O filtrdən nə qədər qırıla bilirsənsə, sənin o qədər original olacaq, qeyri-adi olacaq. Uşaqlarda da filtr yoxdur. Ona görə uşaqların sualları sənə böyük ideyalar verə bilər. Onlarda o baryer yoxdur. Ancaq böyüdükcə bizim davranışlarımızı və cəmiyyətin davranışlarını təqlid etdikcə bunda filtrasiya yaranır. Bu uşaq bilir ki, bu ayıbdır, bu olmaz. Bunu deyəndə üstümə qışqırmışdılar. Bunu dedim insanların xətrinə dəydi. Bunu dedim incidilər. Bu çox səmimi oldu. Bəzi yerdə yalan danışmaq lazımdır. Hər yerdə düşündüyünü demək lazım deyil. İnsanları suallarla yora bilirsən. Çünki atama dedim, ata dedi ki, nə qədər danışırsan. Anam dedi ki, bəs də boşboğazlıq elədin. Bu uşaq artıq beynində filtrlər yaradır. Yəni cəmiyyət onlara filtrlər qoyur və biz uşaq səmimiyyətimizi itiririk. Səmimiyyəti itiririk, maskalar taxırıq. Bir maska atamın maskasıdır, biri anamın, biri məktəbin, biri müəllimənin. Sonra işə düzəlirəm, işdəki insanların, gözləntilər maskaları. Bunun altında mənim özümdən heç nə qalmır. Ona görə o qədər bu hansı şuuraltı mərhələdə bu filtrlər gedir. Sən beyninə sual gəlmir. O filtrlərin olduğunu sən fərqinə varmırsan. Bastırdın artıq. Sən bunu bastırmısan artıq. O suallar oradan keçə bilmir. Ona görə yaradıcılığımız bu cür boğulur, qabiliyyətimiz bu cür inkişaf eləmir. Yəni uşaqları sən nə qədər onu o sual verməsini sən təşviq eləsən, həvəsli cavab versən, uşaq o originallığını qoruyacaq. Biz öz bilərəkdən, bilməyərəkdən hərəkətimizlə uşağın o originallığını boğuruq. Ona görə uşaqları nə etmək lazım? Sən sual ver, o da sənə sual verəcək. O da təşviq edəcək. Düzdür, yorucu suallar ola bilər, çox oldu. Uşağa deyə bilərik ki, hə, indi sual vaxtı deyil, məsələn, kitab oxumaq vaxtıdır. Kitab oxumalısan ki, yaxşı suallar da beynivə gəlsin. Və yaxud da ki, suallarına bir müddət cavab verdin, indi valideyn dincəlməlidir, iş görməlidir. Deyirsən ki, hə, indi istirahət vaxtıdır. Mən bir güc yığım ki, sənin suallarına sonradan yaxşı cavab verə bilim. Bu cür belə bir öz sərhədlərini təyin eləməklə uşaqları sən o sual verməkdən soyutmursan. Uşaq nə bilir? Bilir ki, sual vermək olar, ancaq bir yerə qədərdir. O yerdə bir valideynin bir qırmızı xətti var, onu da riayət eləməliyəm. Artıq orada bir travma yaşamır. Bizlər travmatik onun o sual vermə eşqini, yaradıcılıq qabiliyyətini boğuruq. Ondan sonra da deyirik ki, övladlarımızdan niyə dahi insanlar çıxmır? Bu analitik düşüncə deyirik də, bu sual vermə vərdişi də bunlar hamısı biri-biri ilə sıx bağlıdır da, o uşaqların şübhə ilə yanaşması, şübhə üçün bir yer qoyması, onu orada özündə bir analiz eləməsi ki, məsələn bir mövzu qoyulub, bir sual verildi, bir cavab alındı. Hə bu cavab o dəqiqə doğrudurmu ki, hə ondan razılaşmalıdırmı, yoxsa razılaşmasınmı? O analiz eləmək qabiliyyəti ki var. Bütün bunların özü də özlüyündə intellektual inkişafa necəsə bir təsir eləyir də, düzdürmü? Bu təbii ki, biz əslində məsələn, bu dəqiqə burada durmuşuq da. Bir dənə sakit durun. Beynimizə nə suallar gəlir? Məsələn, sırf mənə yox da, özünüzlə bağlı, ətrafda olanlarla bağlı. Beynimizə heç bir sual gəlmir. Əslində bu düzgün bir şey deyil də. Yəni yaradıcı beyin bu cür olmur. Məsələn, mən özümdən deyim, durmuşam. Burada deməli stəkan var, burada mikrofon var, orada süni gül var, burada nə bilim kitab rəfi var, bəzi kitablar qoyulub, kamera və işıq spotları qoyulub. Beynimə sual gəlir. Mən fikirləşirəm ki, hər şey burada mənim üçün bilinəndir. Sual gəlmir. Əslində yaradıcı beyin necə olur? Yəni mən boğmuşam, o yaradıcılığımı boğmuşam. Yaradıcı beyin artıq düşünür. Deyir ki, stəkan niyə bura qoyulub? Özəl bir məqsədlənmi bura qoyulub? Məsələn, bu burada olsa necə olar? Bəlkə bunu ona görə qoyublar ki, kameraya düşsün. Və yaxud da deyir ki, məsələn, burada mikrofon nəyə görə mənim bu tərəfimə qoyulub? O riyazi məntiqi analizlər var. Hamısının işləmə mexanizmi budur. Sən o əlaqələri, faktlar arasında əlaqələri çalışırsan axtarmağa. Deyirsən ki, bu mənim niyə? Məsələn, mənim sağ tərəfimə qoyulub. Bəlkə sağ tərəfə ona görə qoyulub ki, səs bura daha yaxşı gedir. Yəni yaradıcı beyin bu cür düşünür. Kameralar niyə belə qoyulub? Niyə ora süni gül qoyulub? Süni gül ona görə qoyulub ki, bu uzun ömürlüdür. Gördüyü hər şeydə deyirsən ki, bu sünidir. Faktları görürsən, onu bir-biri ilə
qeyri-adi bir formada əlaqələndirmə bacarığı. O dediyim kimi də, Bəli. yəni Bu iki rəqəm bayaq iki dediniz. rəqəmi bir-biri ilə necə əlaqələndirim? Ancaq demirsən 2 + 2 neçə eləyir? Yox, bu cür demirsən. Məsələn deyirsən ki, bu burada qoyulub. Bu da burada qoyulub. Bu artıq konkretdir. 2 + 2 kimidir. Ancaq sən özvü deyirsən ki, bunları başqa cür qoymaq ola bilərmi? Bu əşyaların bir-biri ilə rabitəsi nədir? Bu rabitə barəsində deyəndə artıq sənin beynin başlayır yaradıcı düşünməyə və yaradıcılıq qabiliyyəti get-gedə inkişaf edir. Məndə elə olur ki, bu cür düşündüyünə görə hər xırda şey mənə ideya verə bilər. Məsələn, sizin baxışınız ideya verə bilər, dediyiniz sözlər ideya verə bilər. Məsələn, burada mən bir dənə baxaram, məsələn, üstünə smart yazılıbı da, smart. Smart məsələn mənə bir ideya verə bilər. Burada 2 rəqəm böyük, biri balaca, başqa rəqəm. Çünki sən beynivə o cür düşünmə imkanı verirsən və bunu da məşq elətdirirsən. Baxın, bəzən belə bir söz deyir. Alim kimdir? Bax, alim, savadlı insan kimdir? Ağıllı insan kimdir? Ağıllı insan çoxlu məlumatlar bilən insan deyil. Çünki çoxlu məlumat bilmək səni ancaq ensiklopedik bir biliyə sahib edir. İnformasiya mənbəyi. Sənin lüğət kitabından, sənin ensiklopediya kitabından bir fərqin olmur. O məlumatları sən bilirsən. Məsələn, mən bilirəm ki, burada stəkan var, burada mikrofon var. Bu informasiyadır. Bax, yaradıcı beyin bunlar arasında rabitəni, əlaqəni görmək bacarığıdır. Məsələn, intellektual testlərdə bu cür deyirlər də, məsələn, 2, 4, 8, 16. Növbəti rəqəm nədir? Sən artıq oradakı rəqəmlər arasında əlaqəni tutmalısan. Burada variant verə bilər, verməyə də bilər. Və sən deyirsən ki, aha 2, 4, 8, 16, 16-dan sonra hansı bir rəqəm olmalıdır? Mən bir stəkan görürəm, mikrofon görürəm. Orada bir şkaf gördüm, bir də süni orada bitki gördüm. Mənə heç bir şey deyilmir. Mən onlar arasında rabitəni tutub yeni bir şey icad eləməliyəm. Məsələn, rəqəm verir, deyir ki 2, 4, 8, 16. 32. Növbəti rəqəm nədir? Bəli. Sən orada düşünürsən ki 32. Doğru cavab 32-dir. Nəyə əsasən oldu da bu? Nəyə əsasən bu ardıcıllıq, bu zəncirlər gedir? Bunların düzülüşü hansı qanuna uyğunluğa görədir? Baxıb görürsən ki, məsələn, biri digərindən özü qədər çoxdur da. 2-dir, 4-dür, 8-dir. 2 dəfə 8, 16. O birisi də 32-dir. Və get-gedə bunun qəliz bir testləri var da. Bu riyazi düşüncəni, təhlili, analiz etmə qabiliyyətini səndə artırır. Nə qədər bu cür bacarıqların sənin yüksək olarsa, sənin əsərin daha gözəl olacaq, öz karyeranda daha uğurlu olacaqsan. Qeyri-adi işlər ortaya qoya biləcəksən. Çünki sənin beynin fərqli-fərqli işləyir. Məsələn, və düzgün rabitəni tutmaq önəmlidir. Sən 32 yox, orada 40 desən, bu deməkdir ki, sən analiz eləyə bilmədin. Məsələn, belə bir bəzən görürsən ki, bir alimlərdən biri öz çıxışında və əsərində bu şeyi yazır. Deyir ki, reallıq nisbidir. Reallıq nisbidir. Reallıq nədir? Məsələn, məni görürsüz, mənim rəngim, burada ətrafda olan hadisələr, obyektlər. Bu deyir, bu real obyektlik yoxdur da. Elmdə belədir. Elmdə konkret əlimizi söykəyə biləcəyimiz bir dənə dəyişməz müştərək həqiqət yoxdur. Hər şey dəyişir. Sonra da örnək verir. Yəni bir fikir dedi, indi örnək verir. Deyir ki, məsələn də nə deyə bilər? Məsələn, örnək verir, deyir ki, quşlar əvvəl bir canlı onurğalıların müstəqil bir sinifi kimi xarakterizə olunurdu. Deyirlər ki, məsələn, əvvəl var idi, nə bilim, dinozavrlar, var idi, nə bilim, reptiliyalar, var idi, məsələn, dəniz balıqlar və bir də quşlar. Ancaq sonradan məlum oldu ki, quşlar müstəqil bir sinif deyil, bu dinozavrlarla müştərək tərəfləri çoxdur. Bu da elə dinozavrlardan olan bir törəmədir. Yəni müstəqil sinif deyil, dinozavrların içərisində. Deməli, bizim biliklərimiz, fikirlərimiz bunlar dəyişkəndir. Sən əvvəl düz bildiyi müəyyən bir vaxtdan sonra yenə də məsələn yanlış bilirsən. Bu dəyişilir, informasiya dəyişilir. Əvvəl dediyi bir fikrə məsələn belə bir dəlil gətirdi. Məsələn bu məlumatları bilmək bu adamı alim edir. Ancaq yanlış nəticə çıxartdığına görə bu alim sayılmaz. Biliyi var. Ancaq sən bunu alim deyə bilmirsən. Həqiqi alimdə bu dediyim o rabitələri görmə bacarığı olmalıdır. Məsələn burada yanlışlıq nədir?
bir məlumatın dəyişilməsi sənin o məlumatı yanlış bilməyi göstərir. Ancaq həqiqətdə quşlar əgər dinozavrların bir növüdürsə, məsəl üçün, o reallıqda olduğu kimi qalıb. Yəni bu qaradısa, sən bunu ağ görürsənsə, sonra məlum olur gözündə olan defekt müalicə olundan sonra bunu qara görürsənsə, bu o demək deyil ki, həqiqət dəyişkəndir. Bu o deməkdir ki, mənim gözümdə olan qüsur aradan getdi, qüsur məndədir. Sonra mən reallığı düzgün gördüm. Deməli, ontologiya, o reallıq, o obyektiv həqiqət olduğu kimi qalıb. Və yaxud da ki, mən hansısa bir məlumatı yanlış bilirəm, sonradan öyrənirəm ki, bu doğrudan belə deyilmiş, başqa cürmüş. Bu həmən reallığın dəyişməyini göstərmir. Bu mənim biliyimin dəyişməyini göstərir. Ancaq reallıq olduğu mən nə dərəcədə nə görmüşəm, indi nə görürəm. Deməli, ola bilsin başqası düz bilir. Ancaq mən səhv bilmişəm. Baxış bucağı. Deməli, mənim biliyim dəyişməyi onu göstərir ki, xəta mənim biliyimdədir. Həqiqətdə bunun əlaqəsi yoxdur. Bax, bu dediyim həmən o 2, 4, 8, 16 kimi bir həqiqətdir. Bax, bu analizlər, indi bu sadə bir misal idi, dedik 32. Ancaq qəliz məsələlərdə alimlər belə səhv eləyirlər. Bu dediyim kimi, məsələn, quşlar dinozavrlardan törədiyi isbat olunur və sonra deyirlər ki, quşlar sinifi yanlışmış, bu əslində dinozavrlar bir növüdür və buradan bir əlaqəsiz nəticəyə çıxırlar. Əlaqəsiz nəticə də odur ki, obyektiv reallıq yoxdur, hər şey dəyişkəndir. Hansı ki, bu səbəb bu nəticəyə gətirmir. Qəliz olmadı? Yox, aydındır. O ağıllı olmaq barəsində bayaq dediniz, alim deyirik, amma o demək deyil də, o hər şeyi bilir. Hə, bilir, hər şeyi bilir. Daha doğrusu biliklidir. Yaradıcıdır, digər o təfəkkür hissələrinə gəldikdə isə ağıllı deyil. Orada, o baxımdan ağıllı deyil və yaxud da intellektual zəkası bunun yüksək deyil. Bəli. Ola bilsin öz sahəsində yaxşıdır. Məsələn, adam ola bilsin bioloqdur. Fosillər üzrə adam mütəxəssisdir və düzgün də o sahədə beyni işləyir. Ancaq ondan çıxartdığı nəticələr artıq intellektual zəkanın başqa yeri ilə əlaqəlidir. Bax, orada bu adam zəiflik göstərir. Mən bunu nəyə gətirmək istəyirəm? Yəni ki, uşaqlar məktəbdə tutaq ki, dərsləri yaxşıdır, qiymətləri yaxşıdır, nailiyyətlər filan, valideynlər də öyünürlər, qürurlanır. Yəni burada qəbahət bir şey yoxdur. Sadəcə o uşağa da ağıllı uşaq deyirlər. Amma bəzən o intellektuallıqla, o intellektual tərəfindən inkişafla qarışdırılır. Bəli. Bu. Sizin həmin məsələyə gəlirəm ki, o artıq tamam başqa bir tərəfdir. Bəli. Bu isə tamam başqa bir tərəfdir. Yaxşı qiymətlər ala bilər, amma digər tərəfdən intellektual olaraq inkişaf eləməyə bilər. Biri ola bilər ki, yaxşı qiymət almasın. Bəzən olur ki, doğrudan bu nəticələri görürsən ki, uşaq məktəbdə yaxşı qiymət almır. Ancaq bunun təhlili o birislərindən qat-qat çoxdur. Bəli. Mən çünki uşaqlarla biz işləyirik. Yəni fəaliyyətimizin bir sahəsi uşaqlardır və mən o qədər bunun şahidi oluram ki, yaxşı dərsini oxumayan uşağın beyninin o analiz, sintez eləmə bacarığı digərindən çox fövqəladə olur. Dünyada böyük ixtira edən insanlar orta məktəbi yaxşı oxumayıblar. Bəli. Universitetə kəsiliblər. Orta məktəbdən qovulublar. Yəni böyük ixtiraçıların baxırsan ki, həyatlarında görürsən ki, məktəb oxumayan, o universitetə qəbul olmayan da indi belə bir sual yaranır. Diplom nə qədər önəmlidir? Məsələn, bu dəqiqə bir çox sahələr var ki, orada diploma önəm vermirlər. Adam heç öz ölkəsinin bəlkə də paytaxtını bilmir. Ancaq bu adamın analizə, sintez eləmə qabiliyyəti çox yüksəkdir. Mən xarici görüşlərdə, səfərlərdə hansısa böyük şirkətlərin CEO-ları olub ki, onlarla bir ünsiyyətim olub və çox belə yüksək intellektual adam kimi mənə təqdim ediblər. Ancaq öz dilini bilir, heç bir dil bilmir də. Məsələn, mən deyirəm ki, bir 5-6 dənə dil bilirəm. Onun üçün belə bir fantastik bir şey gəlir. Adam ancaq bir dənə dil bilir, məsələn. Amerikalıda ancaq ingilis dilini bilir. Zəhmət çəkib ikinci dili öyrənmək də istəmir. Dünya haqqında təsəvvürü çox bəsitdir, çox sadədir. İnanın, öz ölkəsi barəsində mən ondan daha çox bilirəm. Yəni, məsələn, o qədər olub da belə bir ünsiyyətdə görmüşəm ki, öz ölkəsi barəsində belə adamın məlumatı yoxdur. Məsələn, özlərinin dahi alimlərini demişəm, nə bilim, hansısa bir mövzular demişəm. Adamın məlumatı yoxdur, öz ölkəsi barəsində məlumatı yoxdur. Öz ölkəsində çap olunan əsərləri demişəm, çox tanınmış klassiklərini demişəm. Elə ki, mənə biri Nizamini məndən daha yaxşı bilir, Nəsimini məndən daha yaxşı bilir. Ancaq öz sahəsində adam fövqəladə zehni var, fövqəladə bacarığı var. Götürüblər və adamı orada böyük bir vəzifəyə qoyublar. Çünki
o sahə üçün lazım olan bunun diplomu deyil, bunun o sahədə bildiyi məlumatlar deyil. Orada analiz etmə qabiliyyətidir, yaradıcı zehnidir. Adamın o sahədə yaradıcı zehni və intellektual inkişafı çox yüksək. Onlara bəs O da eləyir. lazımdır. Bəli, O da o adam onu eləyir. Ona görə Henry Fordu bir dəfə məhkəməyə verirlər və deyirlər ki, bu savadsız adamdır da, bu heç nə bilmir, ancaq bu boyda şirkətin başında durub. Nəsə böyük bir məhkəmə görüşməsi olur. Orada Henry Forda kim ki onu orada bir aralarında konflikt var, ona başlayır sual verməyə. Amerikanın tarixi barəsində verir, nə bilim, hansısa bir bəsit mövzular barəsində verir. Henry Ford onların heç birinə cavab verə bilmir. Ancaq əsəbləşir. Bu deyir ki, düzdür, mən onların deyir heç birini bilmirəm. Ancaq mənim əlimin altında yüzlərlə o mövzuları səndən də qat-qat yaxşı bilən adamlar var. Və deyir, onlar hansı mənə işləyir və mən onları işlədirəm. Və deyir, mənim bacarığım o mövzuları bilməkdə deyil, o işləri bilən yüksək intellektli insanları bir araya gətirib, onların biliklərini bir-biri ilə əlaqələndirib böyük bir yaradıcı işlər ortaya qoymaqdır. Məsələn, maşın sənayesində Amerikada böyük bir işlər görür. Deyir ki, mən o sahələri bilmirəm. Mən bilmirəm motor necə işləyir, misal üçün. Mən bilmirəm təkəri necə düzəldir. Ancaq o işləri bilən möhtəşəm insanları mən bir araya gətirmişəm, onları qane etmişəm, onların biliklərini bir-biri ilə əlaqələndirə bilmişəm, onları idarə etmə bacarığım var. Ona görə lazım deyil ki, mən onları bilim. Və deyir, mənim üstünlüyüm bu tərəfdədir. Yəni bunu heç kəsdə yoxdur, bu bacarıq məndə var. Ona görə bu dəqiqə günümüzdə bu sual var ki, diplom bizə lazımdırmı? Əgər sən öz sahəndə məsələn böyük işlər görə bilirsənsə və böyük bacarıqlar ortaya qoya bilirsənsə, bilik sənə lazımdır. Məsələn, böyük klassiklər var ki, istər günümüzdə, istər qədimdə, onların əsərlərini psixoloji mövzularda şah əsər bilirlər. Dərin psixoloji məqamlara toxunduğunu deyirlər, ancaq özləri psixologiya sahəsində təhsilləri olmayıb. Bəli. Burada bir sual yaranır ki, bunlar onu necə yaza biliblər? Məsələn, mən filoloq deyiləm, lingvist deyiləm, mən ədəbiyyatçı deyiləm. Mənim məsələn ilkin ali təhsilim iqtisadiyyatçıdır. Universiteti bitirmişəm, iqtisadiyyat universitetini. Ancaq mən bu sahədə fəaliyyət göstərirəm və bu sahədə heç də uğursuz deyiləm. Yəni çox böyük nəticələrimiz var da həm ölkədə, həm də xaricdə. Yəni ona görə bir insan ola bilər ki, bir sahəyə doğrudan elə qeyri-adi bir bacarığı olsun, ancaq yanlış bir yerdən başlasın. Və yaxud da ki, nəsə hansısa fənləri uşaqlarımız oxuya bilmirsə, onun üstünə xətt çəkə, bundan heç nə alınmayacaq. Bu cür də yanlışdır. Verdiyim örnəklər kimi bir çox insanlar orta məktəb və universitet təhsilləri olmayıb, qovublar onları, bəzi fənlər beyinlərinə heç girməyib. Ancaq başqa sahədə fövqəladə bacarıq ortaya qoyublar. Bugün dünya. Biz bununla demək istəmirik ya, orta məktəb oxumasınlar, universitet oxumasınlar. Biz demək istəyirik ki, o alınmırsa, potensialı görməkdə, uşağı tanımaq. Bəli, uşağı tanıyın. Bəli. Ona görə fərqli təcrübələr edin. Bir sahədə alınmırsa, onun adını uğursuz, bədbəxt və nə bilim başqa bir ağır sözlər qoymayın. Damğalamayın. Damğalamayın. Biz onu demək istəyirik. Və yaxud da ki, universitetə girməmək faciə deyil. Bəzi abituriyentlərlə sən söhbət eləyirsən, uşaq universitetə girməməyi faciə bilir. Buna görə də bu qədər intiharlar, bu qədər faciəli. Çünki o fikirləşir ki, mən universitetə girməsəm, valideynimin bu qədər xərci, bu qədər mənə pul qoyub, bu qədər ümid, bu qədər zəhmət, mən artıq bunların xəyallarını həqiqətləşdirə bilmədim. O ciddi bunlar üçün təsir eləyir də. Bizim mövzu ona toxunur ki, yəni universitetə girməmək faciə deyil. Əlinə gələni eləyirsə bir uşaq, universitetə girmirsə bu faciə deyil. Əlindən gələni eləyirsə. Əgər əlindən gələni etmirsə, girmirsə, bu da faciə deyil. Nəyə görə faciə deyil? Uşağın bacarığı bu qədərdir, qabiliyyəti bu qədərdir. Və yaxud da uşaq heç oxumaq istəmir. Sən ana olaraq nə edəcəksən? Sən ata olaraq onun təhsilinə pul verməyin doğrudan mənası yoxdur. Uşaq oxumaq istəmir də, sən nə edəcəksən? Deməli, ola bilsin ki, birinci hamı oxuyacaq deyə bir qayda da yoxdur. Bəli, elə bir şey yoxdur. Yəni uşaq qətiyyən oxumur, sən heç nə eləyə bilməyəcəksən. Bütün qaydaları bu dediyimizi tətbiq elədin, ancaq uşaq oxumur. Elə olur ki, məsələn, valideyn mənə deyir ki, mənim 2 uşağım var. Biri qızdır, biri oğlan. Qız oxuyur, oğlan oxumaq istəmir. Və neynirik faydası yoxdur. Bütün bu qaydalar, sevgi, məhəbbət, müxtəlif təşviqlər, bunlar biraz uşağın oxumaq marağını qaldırır, biraz. Ancaq
uşaq alınmır və mən də istəyirəm uşaq universitetə girsin. Əvvəl tibb düşünürdülər, gördülər ki, yox, tibb alınmır. Sonra yavaş-yavaş aşağı düşdü. İndi görürlər ki, uşaq ümumiyyətlə universitet oxumaq istəmir. Biraz yaşı qalxandan sonra, 10-11-də oxuyandan sonra uşaq artıq belə formalaşıb. Sən fiziki onu ilə başqa cür, məsələn, təzyiq göstərə bilmirsən. Uşaqları artıq o pul da motivasiya eləmir. Uşaq deyir ki, oxumaq istəmir. Sən nə edəcəksən? Və mən də deyirəm ki, universitetə girmək kimi belə bir bizim problemimiz yoxdur da. Hamı universitet oxumalıdır, hamı həkim olmalıdır, hamı mühəndis olmalıdır, IT mühəndisi. Belə bir problem yoxdur. Hamı yazıçı olmalıdır. Uşağı peşəyə yönəlt. Daha doğrusu bu problem olmamalıdır, amma var ailələrdə. Bu olur da, yəni insandır da, oxumaq istəmir. Böyüdükcə də onu kontrol etmək daha da çətinləşir. Nə etmək lazım? Deyir, bunu başqa bir peşəyə qoy. Məsələn, elə peşə var, uşağın peşəyə marağı var. Bəli, həvəsi məsələn, nədir? uşaq hansısa bir, məsələn, sahədə bir bacarığı var. Ola bilsin bir texniki bir, məsələn, hansısa, məsələn, fən üzrə ixtisaslaşmış texnikumlar olur. Peşə öyrəd uşağa. Uşağın ancaq peşəyə olan marağı baxıb görürsən ki, çoxdur. Məsələn, maşın düzəltmək istəyir, nəsə xoşlayırdı bu şeylər. Tamam, bu sahədə mütəxəssis bir, məsələn, hansısa maşın düzəldən usta olsun. Yəni buna da böyük ehtiyac var. O sahədə bu uşaq elə qeyri-adi bir işlər görə bilər. Həm maddi olaraq, həm də tanıtım olaraq böyük işlər görə bilər. Bizim bəzi ustalar var, radioya çıxırlar. Radioda danışırlar. Podkastlar aparan dünyada maşın ustaları var. Çox tanınırlar, çox informativ danışırlar, yaxşı da gəlirləri var. Ancaq universitetdə bitirməyiblər. Yəni bunun bacarığını tap, onun üstündə işlə. Deyir o Einstein'in bir sözü var. Deyir ki, uşaqlara nə düşünməyi yox, necə düşünməyi öyrətmək lazımdır. Yəqin ki, hər şeydə buradan başlayır. O necə düşünməyi daha düzgün, dəqiq bilsək, eləcə də uşaqlara öyrədə bilsək, bir çox problemi həll eləmiş olarıq. Rövşən bəy, dəyərli vaxtınızdan ayırıb gəldiyiniz üçün, fikirlərinizi bizlə bölüşdüyünüz üçün sizə minnətdarıq. Əminəm ki, valideynlər üçün çox yararlı podkast oldu. Çox sağ olun bir daha. Mən minnətdaram, çox sağ olun dəvətinizə görə. Əminəm ki, bu cür podkastlar cəmiyyətimiz üçün çox faydalı olacaq və dərin mesajlar daşıyır. Oğullar. Xoşdur, çox sağ olun. Hədiyyəmizi də qəbul eləyin. Nə gözəl. Çox sağ olun. Adından. Allah dəyərli olasınız. Çox sağ olun. Uşaqların inkişafında ən böyük təkan onun ətrafında olan insanlar hesab olunur. Ona görə də bizdən asılıdır ki, biz onları dəstəkləyək, biz onları yönəldək və onlara kömək ola bilək və bunun üçün də əsas olaraq onları gərək tanıya bilək. Nəyə həvəsləri var, nəyə maraqları var və onların gücü nəyə çatır. Buna görə də uşaqların inkişafı diləyi ilə bu podkastımızı da burada sonlandırırıq. Növbəti görüşlərədək Smart Sağlam İnkişaf platformasının təşkilatçılığı ilə Valideyn Bələdçisi podkastına baxırdınız. Hələlik.